Koç 2026 ilin ilk günündə qoçlar özlərini sanki böyük bir start xəttində hiss edəcəklər. Gökyüzündəki planetar düzülüş, xüsusilə Günəşin Oğlaq bürcündəki mövqeyi və Marsın dinamik aspektləri sizə qətiyyət və sarsılmaz bir iradə bəxş edir. Bugün enerjiniz dağınıq deyil, əksinə konkret hədəflərə yönəlmiş formadadır. Keçmişin tozunu üzərinizdən atmaq və tamamilə yeni bir səhifə açmaq istəyi daxilinizdə vulkan kimi qaynayır. Səhər saatlarında ayın vəziyyəti emosional reaksiyalarınızı bir qədər kəskinləşdirə bilər, lakin günorta saatlarına doğru rasional düşüncə üstünlük təşkil edəcək. Sizin üçün bugün sadəcə bir təqvim dəyişikliyi deyil, həm də şəxsi transformasiyanın ilk addımıdır. Enerjinizi boş mübahisələrə deyil, gələcək planlarınızın təməlini atmağa sərf etməlisiniz. Özünüzə olan inamınız ətrafdakı insanlar tərəfindən də hiss olunacaq və bu, sizə liderlik xüsusiyyətlərinizi nümayiş etdirmək üçün geniş imkanlar yaradacaq. Həyatın ritmini tutmaq və bu ritmlə ahəngdar şəkildə irəliləmək üçün mükəmməl bir zamandır. Subay qoçlar, 1 yanvar sizin üçün gözlənilməz tanışlıqlar vəd edir. Veneranın təsiri ilə cazibəniz pik həddə çatır. Ola bilsin ki, köhnə bir dostunuzun fərqli tərəfini kəşf edəsiniz və ya tamamilə yeni bir məkanda ruh əksinizlə qarşılaşasınız. İlk addımı atmaqdan çəkinməyin, çünki bugün ulduzlar cəsarətli olanların tərəfindədir. Romantik duyğularınızda səmimiyyət ön planda olacaq. Evli və ya münasibəti olanlar, partnyorunuzla münasibətlərdə yeni bir etibar mərhələsinə qədəm qoyursunuz. Keçmişdən qalan və həll olunmamış kiçik inciklikləri bugün tamamilə geridə qoymaq üçün ideal vaxtdır. Birlikdə qurulan gələcək planları münasibətinizi daha da möhkəmləndirəcək. Aranızda olan ehtiras alovu yenidən canlanacaq, lakin diqqətli olun ki, dominantlıq ehtiyacınız qarşı tərəfi sıxmasın. Empatiya qurmaq və dinləməyi bacarmaq bugün sevgi dilinizin əsas sözü olmalıdır. Romantikanı sadəcə sözlərdə deyil, həm də kiçik, lakin mənalı jestlərlə göstərməyə çalışın. Bu, qarşı tərəfin özünü dəyərli hiss etməsinə və aranızdakı bağın dərinləşməsinə xidmət edəcək. Sosial sahədə qoçlar üçün olduqca hərəkətli bir gün gözlənilir. Dostlarınız arasında nüfuzunuzun artdığını və məsləhət alınan şəxsə çevrildiyinizi görəcəksiniz. 1 yanvar günü köhnə dostlarla bir araya gəlmək və ya uzaqdakı doğmalarla ünsiyyət qurmaq ruhunuza müsbət təsir edəcək. Lakin Neptunun bəzi dumanlı təsirləri səbəbindən sosial çevrənizdə bəzi insanların səmimiyyətini sorğulaya bilərsiniz. Kimin sizin tərəfinizdə olduğunu, kimin isə sadəcə maraq güddüyünü anlamaq üçün intuisiyanıza güvənin. Yeni sosial qruplara daxil olmaq və ya maraq dairənizə uyğun icmalarla əlaqə yaratmaq gələcəkdə sizə böyük qapılar aça bilər. Unutmayın ki, sizin enerjiniz yoluxucudur, ətrafınıza pozitivlik yaydıqca eyni enerjini geri alacaqsınız. Axşam saatlarında izdihamlı mühitlərdən bir qədər uzaqlaşıb, yalnız ən yaxın hesab etdiyiniz bir neçə nəfərlə dərin söhbətlər etmək sizə mental olaraq dincəlməyə kömək edəcək. Sosial əlaqələrinizdə dürüstlük və şəffaflıq bugünün ana xəttini təşkil etməlidir. Hərçənd ki, 1 yanvar rəsmi istirahət günüdür, Qoç bürcünün işgüzar beyni dayanmaq bilmir. Saturnun nizam-intizam gətirən enerjisi sizi strateji düşünməyə sövq edir. Bugün peşəkar fəaliyyətinizdə uzun müddətli hədəflərinizi müəyyənləşdirmək üçün unikal bir fürsətdir. Əgər yaradıcı bir sahədə çalışırsınızsa, beyninizdə parlayan yeni ideyalar 2026 ilin uğur formuluna çevrilə bilər. İş həyatınızda statusunuzu yüksəltmək, rəhbərliklə münasibətləri tənzimləmək və ya yeni bir layihəyə start vermək üçün planlar hazırlayın. Müdiriyyət və ya iş tərəfdaşları ilə bugün qeyri-rəsmi şəraitdə aparılan söhbətlər gələcəkdə böyük əməkdaşlıqlara yol aça bilər. Öz potensialınıza şübhə etməyin, ulduzlar göstərir ki, sizin zəhmətiniz və əzmkarlığınız tezliklə layiq olduğu qiyməti alacaq. Karyera nərdivanında sıçrayış etmək üçün lazım olan daxili gücü özünüzdə tapacaqsınız. Sadəcə tələsməyin, hər bir addımı detallı şəkildə hesablanmış bir taktika ilə atın. Peşəkarlığınız və işinizə olan bağlılığınız bu il sizi zirvəyə daşıyacaq əsas amillərdir. Maliyyə məsələlərində qoçlar üçün yenidən qurmaq dövrü başlayır. 1 yanvar tarixindən etibarən büdcənizə daha ciddi və analitik yanaşmağa başlayacaqsınız. Yupiterin təsiri ilə gəlirlərinizdə artım potensialı olsa da, impulsiv xərcləmələrdən qaçmaq vacibdir. Yeni ilin ilk günündə böyük alış-verişlər etmək əvəzinə borcların qaytarılması və ya qənaət planlarının qurulması daha məqsədə uyğundur. İnvestisiya imkanlarını nəzərdən keçirərkən riskləri düzgün qiymətləndirməlisiniz. Ola bilsin ki, ailə daxilində və ya ortaq işlərdə maddi mövzular müzakirə olunsun, burada öz mövqeyinizi qətiyyətlə, lakin diplomatik şəkildə bildirməlisiniz.
Maddi azadlığa gedən yolun intizamdan keçdiyini dərk etdiyiniz bir gündür. Gözlənilməz yerlərdən kiçik pul girişli gəlir mənbələri yaratmaq olmalıdır. Pulun sizin üçün sadəcə bir vasitə olduğunu, hədəf olmadığını unutmayın. Onu düzgün idarə etdikdə həyat keyfiyyətiniz kəskin şəkildə yüksələcək. 2026-cı il maliyyə savadlılığınızı artırmaq üçün sizə çoxlu dərslər verəcək. Fiziki olaraq özünüzü gümrah hiss etsəniz də sinir sisteminizi qorumalı olduğunuz bir gündür. İlin ilk gününün gətirdiyi həyəcan və planlaşdırma yükü baş ağrılarına və ya yuxusuzluğa səbəb ola bilər. Marsın təsiri sizə yüksək adrenalin bəxş edir, lakin bu enerjini idmanla və ya aktiv gəzinti ilə balanslaşdırmalısınız. Psixoloji olaraq özünüzü daxili bir hesabat prosesində tapa bilərsiniz. Keçmişin uğursuzluqlarını düşünərək özünüzü yükləməyin. Meditasiya, nəfəs məşqləri və ya sadəcə təbiətdə vaxt keçirmək zehninizi təmizləməyə kömək edəcək. Qidalanma rasionunuza diqqət yetirin, xüsusilə bayram süfrələrindəki ağır yeməklərdən sonra həzm sisteminizi dincəltmək yaxşı olar. Ruhən yenilənmək üçün evinizdə və ya iş masanızda təmizlik işləri görmək, artıq əşyalardan qurtulmaq sizə yüngüllük gətirəcək. Psixoloji dayanıqlığınız bugün ən böyük silahınızdır. Unutmayın ki, sağlam bədəndə sağlam ruh olar. Özünüzə vaxt ayırmağı və ehtiyac duyduğunuzda yox deməyi öyrənməlisiniz. Daxili hüzurunuz xarici uğurlarınızın təməlidir. Günün məsləhəti, böyük dəyişikliklər kiçik addımlarla başlayır. Bugün dünyanı fəth etməyə çalışmaq əvəzinə öz daxili dünyanızda asayiş yaratmağa fokuslanın. Hər kəsə hər şeyi sübut etmək məcburiyyətində deyilsiniz. Yeganə rəqibiniz dünənki özünüzdür. Motivasiya, siz bir qoçsunuz. Zodiacın ilkin və ən güclü enerjisiniz. Sizin üçün aşılmayacaq sədd, fəth olunmayacaq zirvə yoxdur. 2026-cı il sizin iliniz olacaq, çünki artıq nə istədiyinizi və ona necə çatacağınızı bilirsiniz. Bugün aynaya baxın və qarşınızda duran qalibi salamlayın. Uğursuzluqlar sadəcə təcrübədir, maneələr isə gücünüzü sınamaq üçün bir vasitədir. İradəniz polad kimi möhkəm, qəlbiniz isə günəş kimi parlaq olsun. Bugün atdığınız hər bir düşünülmüş addım, sabahki böyük qələbənizin müjdəçisidir. İnanın, hərəkətə keçin və həyatın sükanını əlinizə alın. Buğa. 2026-cı ilin ilk günündə buğalar qeyri-adi bir daxili sakitlik və kök salmaq ehtiyacı hiss edəcəklər. Göy üzündəki planetar düzülüş sizin üçün təhlükəsizlik və rahatlıq mövzularını ön plana çıxarır. Ayın boğa bürcündəki hərəkəti, əgər həmin günə təsadüf edirsə və ya digər torpaq bürcləri ilə müsbət bucaq altında olması sizə emosional bir stabillik bəxş edir. Bugün enerjiniz ləng, lakin olduqca məhsuldardır. Tələsmək və ya süni şəkildə aktiv görünmək yerinə həyatın dadını çıxarmağa, ətrafınızdakı gözəllikləri müşahidə etməyə meyilli olacaqsınız. Sizin üçün bugün az, amma öz prinsipinin işlədiyi bir zamandır. Kosmik enerji sizə ətrafdakı xaosdan uzaqlaşıb, öz şəxsi qalanızı inşa etmək üçün lazımi ilhamı verir. Özünüzü həm fiziki, həm də mental olaraq çox güclü hiss edəcəyiniz bugün, gələcək illərin strateji planlarını qurmaq üçün kainatın sizə verdiyi ən böyük hədiyyədir, subay buğalar. 1 yanvar günü sizin üçün keçmişlə gələcək arasında bir körpü rolunu oynayacaq. Romantik sferada ciddi və uzun müddətli əlaqələrə olan ehtiyacınız artır. Təsadüfi görüşlər yerinə sizi ruhən anlayan və gələcəyə eyni pəncərədən baxan birini axtaracaqsınız. Ola bilsin ki, köhnə bir tanışlıq yenidən alovlansın və ya dost çevrənizdə sizə qarşı gizli rəğbəti olan biri hisslərini büruzə versin. Evli və ya münasibəti olanlar, münasibətlərdə sadiqlik və komfort ən vacib amillər olacaq. Partnyorunuzla birlikdə eviniz üçün yeni bir plan qurmaq və ya ortaq bir investisiya haqqında danışmaq sizi bir-birinizə daha da yaxınlaşdıracaq. Bugün ehtirasdan daha çox qarşılıqlı hörmət və qayğı ön plandadır. Aranızda yaranan hər hansı bir anlaşılmazlıq sizin səbirli və inadkar olmayan yanaşmanız sayəsində asanlıqla həll olunacaq. Kiçik ev ziyafətləri və ya sadəcə ikilikdə keçirilən sakit bir axşam yeməyi münasibətinizdəki bağları yeniləyəcək. Sevginizi bəzəkli sözlərlə deyil, hiss olunan hərəkətlərlə ifadə etmək üçün ideal zamandır. Qarşı tərəfin sizə olan etibarı bugün daha da möhkəmlənəcək. Buğalar üçün sosial həyat bugün bir qədər seçici olacaq. Hər kəslə vaxt keçirmək yerinə yalnız özünüzü rahat hiss etdiyiniz, öz adamlarım dediyiniz dar bir çevrəyə üstünlük verəcəksiniz. Sosial mühitlərdə sədaqətiniz və dürüstlüyünüzlə fərqlənəcəksiniz. Ola bilsin ki, yaxın bir dostunuz çətin bir qərar vermək üçün sizin məsləhətinizə ehtiyac duysun. Sizin praktiki zəkanız və hadisələrə soyuqqanlı yanaşmanız ətrafınızdakılar üçün bir sığınacaq rolunu oynayır.
Yeni dostluqlar qurmaq üçün bir qədər ehtiyatlı davransanız da, bugün tanış olacağınız şəxslər gələcəkdə sizin üçün çox dəyərli ola bilər. Sosial mediada və ya virtual platformalarda vaxt keçirmək əvəzinə canlı təmas və dərin söhbətlər ruhunuzu qidalandıracaq. Ədalət hissinizin yüksək olduğu bugün dost çevrənizdə yarana biləcək xırda münaqişələri sülhlə sonlandırmaq missiyasını öz üzərinizə götürə bilərsiniz. 2026-cı ilin ilk günündə Boğa bürcü üçün iş mövzuları daha çox təməl qoyma xarakteri daşıyır. Peşəkar fəaliyyətinizdə qeyri-müəyyənliklərə yer yoxdur, hər şeyi sistemli və ardıcıl şəkildə görmək istəyirsiniz. Əgər yarımçıq qalmış layihələriniz varsa, onları tamamlamaq və ya ən azı son nöqtəni qoymaq üçün daxili motivasiyanız olacaq. Rəhbərliklə və ya nüfuzlu şəxslərlə ünsiyyətdə özünüzü sərbəst və inamlı aparacaqsınız. Karyeranızda böyük bir sıçrayış etmək üçün lazım olan səbrə sahibsiniz. Bugün ağlınıza gələn yaradıcı, lakin eyni zamanda tətbiqi mümkün olan ideyaları qeyd edin. Torpaq enerjisi sizə real hədəflər qoymağa kömək edir. İş yoldaşlarınız arasında stabilliyin simvolu kimi görünəcəksiniz. Əgər öz işinizi qurmaq və ya mövcud işinizi genişləndirmək planınız varsa, bugün həmin planın detallarını kağız üzərinə köçürmək üçün ən uğurlu gündür. Uğur sizin üçün bir təsadüf deyil, düzgün planlaşdırılmış zəhmətin nəticəsidir. Maliyyə sahəsində buğalar bugün hər zamankından daha mühafizəkar və uzaq görən olacaqlar. 1 yanvar sizin üçün büdcənizi təftiş etmək günüdür. Maddi resurslarınızı necə idarə etdiyinizi analiz edərək 2026-cı il üçün yeni bir qənaət və ya investisiya strategiyası hazırlaya bilərsiniz. Maddi dəyərlərə olan bağlılığınız artır, lakin bu xəsislik deyil, gələcəyi sığortalamaq istəyidir. Ola bilsin ki, daşınmaz əmlak və ya torpaqla bağlı müsbət xəbərlər alasınız. Gözlənilməz xərclərdən sığortalanmaq üçün alternativ gəlir mənbələri barədə düşünmək üçün əla vaxtdır. Maddi məsələlərdə riskə girməkdən qaçacaqsınız və bu yanaşma sizi gözlənilən itkilərdən qoruyacaq. Hədiyyə almaq və ya vermək mövzusunda keyfiyyətə üstünlük verəcəksiniz. Pulun sizin üçün yaratdığı təhlükəsizlik hissi bugün daxili hüzurunuzun əsas mənbəyi olacaq. Unutmayın ki, kiçik qənaətlər böyük sərvətlərin başlanğıcıdır və siz bu sənətin ustasısınız. Sağlamlıq baxımından 1 yanvar günü bədəninizin səsinə qulaq asmalı olduğunuz bir dövrdür. Boğaz və boyun nahiyəsinin həssaslığı arta bilər, buna görə də özünüzü soyuqdan qorumalısınız. Psixoloji olaraq dəyişikliklərlə bağlı bəzi daxili müqavimətlər hiss edə bilərsiniz. Yeniliklərdən qorxmaq yerinə onları həyatınıza necə inteqrasiya edə biləcəyinizi düşünün. Yemək vərdişlərinizdə həddi aşmamağa çalışın, çünki buğaların dadlı təam sevgisi bugün həzm sistemini bir qədər yora bilər. Stressdən uzaq durmaq üçün əl işləri ilə məşğul olmaq, bağçılıq, bağlılığınızla birbaşa bağlıdır. Özünüzə olan sevginizi göstərmək üçün uzun bir hamam qəbulu və ya keyfiyyətli bir yuxu rejimi seçə bilərsiniz. Zehninizi boşaltmaq üçün gələcək qayğılarını bir kənara qoyub, indiki an verdiyi rahatlığa fokuslanın. Günün məsləhəti, tələsməyin, çünki ən möhkəm ağaclar ən yavaş böyüyənlərdir. Həyatın ritmi ilə inadlaşmaq yerinə onun axınına uyğunlaşın. Sabitlik sizin gücünüzdür, lakin elastiklik sizi məğlub edilməz edər. Motivasiya, sən torpağın gücünü və təbiətin sonsuz səbrini özündə daşıyan buğasan. Heç bir fırtına sənin köklərini qopara bilməz. 2026-cı il sənə arzuladığın bolluğu və bərəkəti gətirməyə hazırdır. Yetər ki, sən öz dəyərini biləsən. Sənin əzmin ən sərt qayaları belə deşə bilər. Bugün yeni bir təməl atırsan və bu təməl üzərində ucalacaq bina sarsılmaz olacaq. Özünə inan, addımlarını möhkəm at və unutma ki, sən layiq olduğun hər bir gözəlliyi öz həyatına cəlb etmək qüdrətinə maliksən. Uğur sənin üçün uzaqda deyil, o sənin qətiyyətində gizlənib. Əkizlər 2026-cı ilin ilk günündə əkizlər bürcü sanki bir məlumat mərkəzi kimi fəaliyyət göstərəcək. Göy üzündəki hava üçbucağı sizə inanılmaz bir zehni sürət və adaptasiya qabiliyyəti bəxş edir. Bugün enerjiniz statik deyil, daim hərəkətdədir. Eyni anda bir neçə mövzu ilə maraqlanmaq, yeni ideyalar istehsal etmək və ətrafınızdakı hadisələrə sürətli reaksiyalar vermək istəyəcəksiniz. Sizin üçün bugün monotonluqdan qurtulmaq və rutinləri qırmaq üçün bir şansdır. Merkurinin idarəçi planetinizin mövqeyi sizin ifadə qabiliyyətinizi gücləndirir, bu da sizi günün ən maraqlı həmsöhbətinə çevirir. Daxili dünyanızda hər şeyi maraqla qarşılayan bir uşaq enerjisi hakimdir. Lakin diqqətli olun ki, bu yüksək enerji sizi fiziki olaraq yormasın, zehni sürətinizi fiziki imkanlarınızla balanslaşdırmaq bugünkü əsas tapşırığınızdır.
Həyatın hər sahəsində bir yenilik axtarışı içində olacaqsınız və bu maraq sizə yeni qapılar açacaq. Subay əkizlər, 1 yanvar sizin üçün flört və yeni tanışlıqlar üçün əla fürsətlər vəd edir. Cazibəniz bugün sözlərinizdə gizlənib, zəkanız və yumor hissinizlə qarşı tərəfi asanlıqla təsir altına ala bilərsiniz. Sosial şəbəkələr və ya gözlənilməz bir telefon zəngi həyatınıza yeni bir heyecan qata bilər. Uzun müddətli öhdəliklərdən ziyada intellektual bağ qura biləcəyiniz insanlar diqqətinizi çəkəcək. Evli və ya münasibəti olanlar, partnyorunuzla münasibətlərdə ən vacib amil ünsiyyət olacaq. Bugün bir-birinizə qarşı açıq olmaq, gələcək səyahətlər və ya ortaq hobbilər haqqında danışmaq münasibətinizi canlandıracaq. Əgər aranızda həll olunmamış məsələlər varsa, onları diplomatik və məntiqi yolla müzakirə edərək tamamilə yoluna qoya bilərsiniz. Rutin münasibətdən qaçmaq üçün birlikdə fərqli bir məşğuliyyət tapmaq, məsələn, bir oyun oynamaq və ya qısa bir gəzintiyə çıxmaq aranızdakı ehtirası dostluq enerjisi ilə birləşdirəcək. Bir-birinizin azadlıq sahəsinə hörmət etmək bugün bağlarınızı daha da möhkəmləndirəcək. Sevginizi ifadə edərkən yaradıcı olun, kiçik qeydlər və ya maraqlı mesajlar qarşı tərəfin gününü parlaq edəcək. Sosial sferada siz bugün ulduz kimi parlayacaqsınız. Əkizlər üçün 1 yanvar əsl bayram və ünsiyyət günüdür. Çoxlu zənglər, mesajlar və bəlkə də eyni günə planlaşdırılmış bir neçə görüş sizi gözləyir. Dostlarınız arasında məlumat daşıyıcısı və əyləncə mənbəyi rolunda çıxış edəcəksiniz. Yeni insanlar tanımaq və onların həyat hekayələrindən ilham almaq sizə böyük zövq verəcək. Lakin ehtiyatlı olun ki, hər kəsə eyni vaxtı ayıra bilməyəndə kimsə incitməyəsiniz. Sosial çevrənizdəki bəzi insanların dedikləri arasında gizli mənalar axtarmaq yerinə hər şeyi olduğu kimi qəbul etmək daha yaxşı olar. Bugün qurulan yeni dostluqlar gələcəkdə sizə peşəkar və ya şəxsi inkişaf baxımından maraqlı imkanlar təqdim edə bilər. Qrup daxilində liderlik deyil, koordinasiya işlərini üzərinizə götürmək sizin üçün daha rahat olacaq. Unutmayın ki, sizin ən böyük gücünüz insanları bir araya gətirmək bacarığınızdır. Əkizlər bürcü üçün iş həyatı bugün daha çox gələcəyə yönəlik strategiyalar və beyin fırtınası ilə bağlıdır. 1 yanvar rəsmi iş günü olmasa da, zehninizdə yeni layihələrin prototiplərini hazırlayırsınız. Merkurinin dəstəyi ilə təqdimat bacarıqlarınız və yazı qabiliyyətiniz yüksəkdir. Əgər media, reklam, təhsil və ya texnologiya sahəsində çalışırsınızsa, 2026-cı ilin ilk günündə ağlınıza gələn ideyalar sizi ilin sonunda böyük uğura apara bilər. İş həyatınızda eyni vaxtda bir neçə tapşırığı idarə etmək qabiliyyətiniz rəhbərliyin və ya tərəfdaşlarınızın diqqətindən qaçmayacaq. Karyeranızda böyük bir dəyişiklik etmək istəyirsinizsə, bugün həmin dəyişiklik üçün lazım olan kursları və ya iş elanlarını araşdırmaq üçün mükəmməldir. Lakin diqqətinizi bir nöqtəyə cəmləməkdə çətinlik çəkə bilərsiniz, buna görə də ən vacib 3 hədəfinizi müəyyən edib, yalnız onlara fokuslanmaq daha səmərəli olar. Sizin üçün karyera sadəcə pul qazanmaq deyil, həm də özünüzü ifadə etmək vasitəsidir. Maliyyə məsələlərində əkizlər bugün bir qədər hərəkətli, lakin diqqətli olmalıdırlar. 1 yanvar günü texnoloji yeniliklərə, kitablara və ya təhsil proqramlarına pul xərcləmək istəyiniz arta bilər. Gəlirlərinizi artırmaq üçün rəqəmsal dünyadan gələn təkliflərə açıq olun. Lakin impulsiv, ani alış-verişlər büdcənizdə kiçik boşluqlar yarada bilər. Pulun idarə olunmasında məntiq və intuisiyanı birləşdirməlisiniz. 2026-cı il üçün maliyyə planı qurarkən tək bir mənbəyə bağlı qalmamaq, alternativ gəlir yolları axtarmaq sizin üçün daha təhlükəsiz olacaq. Ola bilsin ki, köhnə bir investisiyanız və ya gözləmədiyiniz bir satışdan gəlir əldə edəsiniz. Maliyyə sənədləri və ya bank işləri ilə bağlı diqqətli olun, xırda detalları nəzərdən qaçırmaq gələcəkdə problem yarada bilər. Pulu bir hədəf deyil, sizi azadlığa və yeni biliklərə aparan bir vasitə kimi görmək, maliyyə rifahınızı qorumağa kömək edəcək. Əkizlər bürcü üçün sağlamlıq mövzusu bugün birbaşa sinir sistemi ilə bağlıdır. Zehni aktivliyiniz o qədər yüksəkdir ki, beyninizi söndürməkdə çətinlik çəkə bilərsiniz. Bu, mental yorğunluğa və diqqət dağınıqlığına səbəb ola bilər. Ağciyərlər və tənəffüs yolları bugün həssas ola bilər, təmiz havada gəzinti sizə çox yaxşı təsir edəcək. Psixoloji olaraq özünüzü hər şeyi çatdırmalıyam təzyiqi altında hiss etməyin, hər şeyin öz zamanı var. İnformasiya kirliliyindən qorunmaq üçün günün bir hissəsini telefondan və sosial mediadan uzaq keçirmək zehninizə detoks təsiri bağışlayacaq. Yoga, meditasiya və ya sadəcə sükut içində kitab oxumaq sizin üçün ən yaxşı müalicədir. Yuxu rejiminə diqqət yetirin, çünki parlaq ideyalar yalnız dincəlmiş bir beyində kök sala bilər.
Daxili ikiləşmələrinizdən qurtulmaq üçün duyğularınızı kağıza tökmək, gündəlik yazmaq sizə psixoloji yüngüllük verəcək. Günün məsləhəti: hər bir sözün bir toxum olduğunu unutma. Bugün ətrafına yalnız müsbət, qurucu və ruhlandırıcı sözlər səp. Çox danışmaqdansa özünü ifadə edəcək ən doğru sözləri tapmağa çalış. Bəzən ən böyük cavab sükutda gizlənir. Motivasiya: sən əkizlərsən, kainatın ən sürətli və ən maraqlı zəkasına sahibsən. Sənin üçün heç bir problem həll olunmaz deyil, çünki sən hər şeyə fərqli bucaqlardan baxa bilirsən. 2026-cı il sənin ünsiyyət gücünün və yaradıcılığının zirvəyə çatacağı il olacaq. Bugün qəlbindəki və beynindəki bütün ideyaları sərbəst burax. Dünya sənin hekayəni eşitmək istəyir. Özünə inan, çünki sənin enerjin buzları, iqları aydınladacaq qədər güclüdür. Sən dəyişikliyin özüsən və bu il həyatını istədiyin rənglərlə boyamaq üçün fırça sənin əlindədir. Xərçəng. 2026-cı ilin ilk günündə xərçənglər üçün kainat özünə qayıt mesajını verir. Su elementinin həssaslığı və ayın dəyişkən fazaları bugün sizin intuisiyanızı pik həddə çatdıracaq. Enerjiniz xaricə deyil, daxilə yönəlib, bu sizin zəifliyiniz deyil, ən böyük gücünüzdür. Bugün başqalarının hiss edə bilmədiyi detalları hiss edəcək, hadisələrin görünməyən tərəflərini sezəcəksiniz. Kosmik təsirlər sizə keçmişin emosional yükündən təmizlənmək və gələcəyə daha saf bir qəlblə addımlamaq üçün şərait yaradır. Ətrafınızdakı səs-küydən uzaqlaşıb, öz daxili səsinizi dinləmək istəyəcəksiniz. Bu, bir növ mənəvi hibernasiya, qış yuxusu kimidir ki, buradan daha güclü və yenilənmiş şəkildə çıxacaqsınız. Həyatın ritmi bugün sizin üçün bir qədər yavaşlaya bilər, lakin bu yavaşlıq sizə hər anın dəyərini dərindən dərk etmək imkanı verəcək. Özünüzü qorumaq instinktiniz yüksək olsa da, dünyaya qəlbinizi açmaqdan qorxmamalı olduğunuz bir gündür. Subay xərçənglər, 1 yanvar günü romantik xəyallarınızın gerçəkliyə yaxınlaşdığı bir dövrdür. Yeni bir münasibətə başlamaqdansa, kiminləsə dərin emosional bağ qurmaq istəyiniz üstünlük təşkil edəcək. Ola bilsin ki, köhnə bir sevgi hekayəsi zehninizdə yenidən canlansın, lakin ulduzlar sizə keçmişin xatirələri ilə deyil, gələcəyin ümidləri ilə yaşamağı məsləhət görür. İntuisiyanız sizə kimin səmimi olduğunu pıçıldayacaq. Evli və ya münasibəti olanlar, bugün eviniz sizin üçün bir məbəd rolunu oynayacaq. Partnyorunuzla birlikdə səmimi və isti bir atmosfer yaratmaq, bəlkə də sadəcə susaraq bir-birinizi anlamaq üçün mükəmməl vaxtdır. Aranızdakı şəfqət və qayğı hissi hər zamankından daha güclüdür. Bir-birinizə olan ehtiyacınızı etiraf etmək, zəif tərəflərinizi göstərməkdən çəkinməmək münasibətinizi sarsılmaz edəcək. Ailə daxilində övladlar və ya valideynlərlə bağlı xoş xəbərlər sevincinizi 2-yə qatlayacaq. Ehtiras bugün ehtiram və sadiqliklə birləşərək uzun müddətli xoşbəxtliyin təməlini qoyur. Qarşı tərəfə onun sizin üçün nə qədər əvəzolunmaz olduğunu hiss etdirin, kiçik bir toxunuş və ya isti bir baxış minlərlə sözdən daha təsirli olacaq. Sosial münasibətlərdə xərçənglər bugün ailə qədər yaxın, bildikləri şəxslərə üstünlük verəcəklər. Kütləvi tədbirlər və səs-küylü məclislər sizi yora bilər, buna görə də yalnız ən yaxın dostlarınızla bir araya gəlmək ruhunuza dərman olacaq. Dostluqlarınızda sadiqlik və fədakarlıq ön plandadır. Kiminsə dərdi ilə dərindən maraqlanmaq və ona emosional dəstək olmaq sizin təbiətinizdə var və bugün bu xüsusiyyətiniz dost çevrənizdə yüksək qiymətləndiriləcək. Lakin diqqətli olun ki, başqalarının mənfi enerjisini öz üzərinizə çəkməyəsiniz, emosional sərhədlərinizi qorumağı öyrənməlisiniz. Köhnə dostlardan gələcək bir mesaj və ya zəng sizi illər öncəsinə aparıb xoş xatirələr yaşadacaq. Sosial çevrənizdə baş verən intriqalardan uzaq durmaq və tərəfsiz qalmaq ən doğru seçimdir. Sizin üçün dostluq sadəcə vaxt keçirmək deyil, ruhsal bir paylaşımdır və bugün bu paylaşımın ən dərin qatlarını hiss edəcəksiniz. İş həyatında xərçənglər üçün 1 yanvar bir inkubasiya dövrüdür. Yeni ilin ilk günündə aktiv fəaliyyətdən çox, gələcək layihələrin emosional və kreativ tərəflərini düşünəcəksiniz. Yaradıcılıq qabiliyyətiniz artır. Əgər sənət, dizayn, psixologiya və ya insan resursları sahəsində çalışırsınızsa, beyninizdə maraqlı ideyalar formalaşacaq. Karyeranızda özünüzü daha güvənli hiss etmək üçün hansı addımları atmalı olduğunuzu analiz edəcəksiniz. Saturnun təsiri sizə peşəkar məsuliyyətlərinizi xatırlatsa da, bugün işi evə gətirməmək vacibdir. İş yerindəki münasibətləri daha humanist və empatiya əsaslı qurmaq planlarınız gələcəkdə kollektivdəki nüfuzunuzu artıracaq. Uğur sizin üçün sadəcə rəqəmlər deyil, həm də gördüyünüz işin ruhunuza nə dərəcədə xitab etməsidir.
Kariyera nərdivanında irəliləyərkən öz dəyərlərinizdən ödün verməməyə qərar verəcəyiniz bir gündür. Sizin intuisiyanız biznes sahəsində də ən böyük rəhbəriniz olacaq. Maliyyə mövzularında xərçənglər bugün olduqca ehtiyatlı və qoruyucu bir mövqe sərgiləyəcəklər. 1 yanvar günü ailə büdcəsini planlaşdırmaq, gələcək üçün ehtiyat toplamaq barədə düşünmək üçün əlverişlidir. Maddi təhlükəsizlik hissi sizin emosional rahatlığınızla birbaşa bağlıdır. Boş xərclərdən qaçmaq və pullarınızı daha çox evinizin dekorasiyasına və ya sevdiklərinizin ehtiyaclarına yönəltmək istəyəcəksiniz. Ola bilsin ki, daşınmaz əmlak və ya ailədən qalan miras məsələləri gündəmə gəlsin. İnvestisiya etmək istəyirsinizsə, bugün qərar verməkdənsə araşdırma aparmaq daha yaxşıdır. Maddi məsələlərdə yumurtaları eyni səbətə qoymamaq prinsipinə sadiq qalın. Pulun sizin üçün sadəcə bir yığım vasitəsi deyil, ailənizi və özünüzü qorumaq üçün bir qalxan olduğunu dərk edəcəksiniz. Maddi vəziyyətinizdə stabillik yaratmaq üçün daxili bir intizam hiss edəcəksiniz ki, bu da 2026-cı ilin maliyyə uğurlarının təməlini qoyacaq. Sağlamlıq baxımından həzm sistemi və mədə nahiyəniz bugün xüsusi diqqət tələb edir. Emosional gərginlik birbaşa fiziki vəziyyətinizə təsir edə bilər, ona görə də stressdən qaçmaq ən vacib şərtdir. Psixoloji olaraq bir qədər kövrək və həssas ola bilərsiniz, hər sözü qəlbinizə yaxın buraxmamağa çalışın. Su ilə bağlı prosedurlar, uzun bir duş, dəniz kənarında gəzinti və ya sadəcə çoxlu su içmək sizə enerji verəcək. Ruhun detoksu üçün meditasiya və ya dua etmək, daxili hüzuru tapmağa kömək edər. Keçmişin acı xatirələrini sərbəst buraxmaq üçün simvolik bir təmizlik edə bilərsiniz. Yuxu rejiminizə ciddi yanaşın, çünki xərçənglər üçün yuxu sadəcə istirahət deyil, həm də emosional bərpa prosesidir. Özünüzə qarşı şəfqətli olun, o başqalarına göstərdiyiniz qayğını bugün özünüzə də borclusunuz. Daxili tarazlığınızı qoruduqca fiziki xəstəliklər sizdən uzaq duracaq. Günün məsləhəti, öz qabığına çəkilmək bəzən ən böyük irəliləyişdir. Bugün dünyanı dəyişməyə deyil, öz daxili dünyanda sülh elan etməyə fokuslan. Unutma ki, fırtınanın ortasında sakit qala bilən hər şeyə qalib gələr. Qəlbinin səsi heç vaxt yalan demir, onu dinlə. Motivasiya, sən xərçəngsən, kainatın ən dərin duyğularının və ən güclü instinktlərinin daşıyıcısısan. Sənin şəfqətin dünyanı isidə bilər. 2026-cı il sənin üçün emosional intibah ili olacaq. Özünü kiçik görmə, çünki sən sevdiklərin üçün bir liman, özün üçün isə aşılmaz bir qalasan. Bugün daxilindəki o sonsuz sevgi okeanına dal və oradakı inciləri kəşf et. Sən sevilməyə və xoşbəxt olmağa layiqsən. Sənin gücün sərtliyində deyil, elastikliyində və dözümündədir. Yeni ilin ilk günündə kainata gülümsə, çünki ulduzlar sənin üçün parlaq bir yol hazırlayıb. Şir. 2026-cı ilin ilk günündə şirlər özlərini kainatın mərkəzində hiss edəcəklər. Od elementinin verdiyi təbii liderlik və coşğu, günəşin mövqeyi ilə birləşərək sizə tükənməz bir həyat enerjisi bəxş edir. Bugün enerjiniz statik deyil, ətrafa şüalar saçan bir maqnit kimidir. Hara getsəniz, diqqətləri öz üzərinizə çəkəcəksiniz. Kosmik vibrasiyalar sizi böyük düşünməyə və cəsarətli addımlar atmağa təşviq edir. Bu, sadəcə bir bayram günü deyil, həm də daxili avtoritetinizi elan etdiyiniz bir zamandır. Şirlər üçün 1 yanvar, mən buradayam və hər şeyin ən yaxşısına layiqəm demək günüdür. Gün boyu enerjinizin yüksək olması sizi həm fiziki, həm də zehni olaraq aktiv saxlayacaq. Lakin bu yüksək daxili ateşin sizi təkəbbürə və ya ətrafdakıları kölgədə qoymağa sövq etməməsinə diqqət yetirməlisiniz. Sizin enerjiniz başqalarını yandırmaq üçün deyil, isitmək və yol göstərmək üçün nəzərdə tutulub. Subay şirlər, bugün eşq həyatınızda əsl bir partlayış baş verə bilər. Cazibəniz o qədər güclüdür ki, yeni tanışlıqlar qaçılmazdır. Lakin siz sadəcə diqqət deyil, heyranlıq axtarırsınız. Qarşınıza çıxan insan sizin intellektinizə və ruhunuza xitab etməlidir. Gözlənilməz bir etiraf və ya cəsarətli bir addım sizi yeni bir romantik macəranın astanasına gətirə bilər. Evli və ya münasibəti olanlar, münasibətdə həyatın ləzzətini birlikdə çıxarmaq prinsipi hakim olacaq. Partnyorunuzun sizə olan heyranlığını görmək ehtiyacınız artsa da, siz də ona qarşı son dərəcə cömert və sevgi dolu olacaqsınız. Birlikdə lüks bir şam yeməyi və ya gələcək üçün iddialı planlar qurmaq aranızdakı bağı gücləndirəcək. Ehtirasın və romantikanın ən alovlu günlərindən birini yaşaya bilərsiniz. Lakin unutmayın ki, münasibət bir krallıqdırsa, orada 2 hökmdar var, qarşı tərəfində fikirlərinə dəyər vermək və onun parlamasına şərait yaratmaq aranızdakı harmoniyanı qoruyacaq.
Sevginizi böyük jestlərlə nümayiş etdirmək bugün sizin vizit kartınız olacaq. Bir-birinizə olan sadiqliyiniz sınaqlardan uğurla çıxacaq və gələcəyə daha inamla baxacaqsınız. Sosial mühitlərdə şirlər üçün 1 yanvar əsli qırmızı xalıq effektidir. Dostlarınız arasında rəy lideri və əyləncənin memarı rolunu üzərinizə götürəcəksiniz. Cömertliyiniz və səmimiyyətiniz sayəsində hər kəsin sizinlə vaxt keçirmək istədiyini görəcəksiniz. Sosial çevrənizdə nüfuzunuzun artacağı bugün yeni və əhəmiyyətli şəxslərlə tanış olmaq imkanınız var, lakin səmimi dostlarla sadəcə maraq güdən tanışları bir-birindən ayırmaq vacibdir. Sizin parlaq enerjiniz bəzən paxıllıq yarada bilər, buna görə də ətrafınızdakı insanların reaksiyalarına qarşı ayıq olun. Köhnə bir dostunuzun uğuruna sevinmək və ya ona dəstək olmaq sizin böyüklüyünüzü bir daha sübut edəcək. Sosial layihələrdə və ya qrup fəaliyyətlərində təşkilatçılıq qabiliyyətiniz parlayacaq. Unutmayın ki, həqiqi dostluq sadəcə əyləncədə deyil, həm də qarşılıqlı dəstəkdə gizlənib. Bugün paylaşdığınız hər bir gülüş dostluq bağlarınızı daha da dərinləşdirəcək. Karyera sahəsində şirlər üçün 1 yanvar böyük ambisiyaların və strateji hədəflərin günüdür. Bayram olmasına baxmayaraq, beyninizdə 2026-cı ilin fəth planlarını qurursunuz. Özünüzü rəhbər vəzifələrdə və ya müstəqil layihələrdə görmək istəyiniz hər zamankından daha güclüdür. Yaradıcı potensialınız pik həddədir, ağlınıza gələn ideyalar orijinal və cəsarətlidir. İş həyatınızda statusunuzu necə qoruyacağınız və ya yüksəldəcəyiniz barədə dəqiq bir yol xəritəsi çizəcəksiniz. Əgər yaradıcı sahələrdə, idarə etmədə və ya səhnədə çalışırsınızsa, ulduzlar sizə uğur vəd edir. Peşəkar həyatınızda özünə inamlı davranışlarınız tərəfdaşlarınızda etibar yaradacaq. Karyerada yeni bir zirvəyə çatmaq üçün lazım olan bütün alətlər əlinizdədir. Sadəcə səbirli olmağı və detallara diqqət yetirməyi unutmayın. Uğur sizin üçün bir seçim deyil, bir zərurətdir və bugün həmin zərurətin təməllərini atırsınız. Sizin zəhmətiniz və vizyonunuz tezliklə meyvələrini verəcək. Maliyyə məsələlərində şirlər bugün həm cömert, həm də iddialı olacaqlar. 1 yanvar günü lüksə və keyfiyyətli əşyalara pul xərcləmək meyliniz arta bilər. Lakin Yupiterin dəstəyi ilə bu xərclər büdcənizi sarsıtmayacaq, əksinə özünüzü daha motivasiyalı hiss etməyinizə kömək edəcək. Pul qazanmaq qabiliyyətinizə olan inamınız yüksəkdir və 2026-cı il üçün böyük maddi hədəflər qoyursunuz. İnvestisiyalar və ya yeni gəlir mənbələri barədə düşünərkən risklərdən qorxmursunuz, lakin ulduzlar sizə ağıllı risk etməyi tövsiyə edir. Ola bilsin ki, gözlənilməz bir bonus və ya dəyərli bir hədiyyə alasınız. Maddi azadlığınız üçün nizam-intizamlı bir sistem qurmaq bugünün prioritetlərindən biri olmalıdır. Pulun sizin üçün sadəcə güc deyil, həm də istədiyiniz həyat tərzini yaşamaq üçün bir vasitə olduğunu dərk edirsiniz. Maliyyə vəziyyətinizi idarə edərkən ailənizin də ehtiyaclarını nəzərə almağınız sizin alicənablığınızın göstəricisidir. Sağlamlıq baxımından ürək-damar sistemi və onurğa sütunu bugün diqqət mərkəzində olmalıdır. Yüksək enerjiniz sizi fiziki olaraq həddindən artıq yüklənməyə sövq edə bilər, özünüzü çox yormamağa və kifayət qədər istirahət etməyə çalışın. Psixoloji olaraq özünüzü çox güclü və məğlub edilməz hiss edirsiniz. Lakin daxili tənqidçinizin səsini boğmağı və uğurlarınızla fəxr etməyi bacarmalısınız. Özünə hörmət hissinizin sağlam bir səviyyədə olması bütün həyatınıza müsbət təsir edir. Günəş şüaları və ya işıqlı mühitlər ruhunuza müsbət enerji verəcək. Mental sağlamlığınızı qorumaq üçün rəqs etmək, idmanla məşğul olmaq və ya yaradıcı bir hobbiyə vaxt ayırmaq sizə çox yaxşı təsir edəcək. Stressi idarə etmək üçün özünüzü tərifləməyi və kiçik uğurlarınızı belə qeyd etməyi unutmayın. Daxili işığınızın parlaması üçün ruhunuzu pozitivliklə bəsləməlisiniz. Sizin ən böyük dərmanınız sevinç və qəhqəhədir. Günün məsləhəti həqiqi krallıq tacda deyil, davranışdadır. Bugün ətrafındakı hər kəsə nəcibliklə və mərhəmətlə yanaş. Öz işığını saçarkən başqalarının yolunu aydınlatmağı da unutma. Ən böyük güc özünə hökm edə bilməkdir. Motivasiya, sən şirsən, kainatın ən parlaq ulduzu. Sənin daxilində sönməyən bir ateş var ki, o, hər bir çətinliyi əridə bilər. 2026-cı il sənin fəthlərin və zəfərlərin ili olacaq. Özünə olan inamını heç vaxt itirmə, çünki dünya sənin cəsarətinə və yaradıcılığına heyrandır. Bugün yeni bir dövrün ilk addımını atırsan və hər addımın yerin sarsılacağı qədər güclüdür. Gözlərini hədəfə dik və qürurla irəlilə. Uğur sənin alın yazındır və kainat sənin bu missiyanı yerinə yetirməyin üçün bütün qapıları açacaq.
Parlamağa davam et, çünkü dünya senin ışığınla daha güzeldir. Qız. 2026 ilin ilk günündə qızlar özlərini hər zamankından daha analitik və detallara fokuslanmış hiss edəcəklər. Torpaq elementinin verdiyi realist yanaşma sizin üçün ilin ilk gününü sadəcə bir bayram deyil, həm də strateji bir planlama mərkəzinə çevirir. Enerjiniz olduqca konstruktiv və səmərəlidir, boş xəyallar qurmaq yerinə həyata keçirilə bilən hədəflər üzərində cəmləşəcəksiniz. Göy üzündəki planetar düzülüş sizin daxili intizamınızı gücləndirir. Bugün ətrafınızda baş verən kiçik qüsurları belə sezmək qabiliyyətiniz artacaq, lakin bu tənqidi yanaşmanı özünüzü və başqalarını incitmək üçün deyil, vəziyyəti yaxşılaşdırmaq üçün istifadə etməlisiniz. Sizin üçün bugün təmizlik günüdür. Həm evinizdə, həm də zehninizdə artıq olan, işə yaramayan hər şeydən qurtulmaq üçün daxili bir təkan hiss edəcəksiniz. Sakit və təmkinli enerjiniz ətrafınızdakı insanlara da bir növ sabitlik aşılayacaq. Subay qızlar, 1 yanvar sizin üçün münasibətlərə daha ciddi və meyarlı yanaşacağınız bir gündür. Keçici həvəslər deyil, intellektual səviyyəsi yüksək və həyat prinsipləri sizə uyğun olan insanlar diqqətinizi çəkəcək. Ola bilsin ki, maraqlı bir söhbət əsnasında kiməsə qarşı dərin bir rəğbət hiss edəsiniz. Sizin üçün sevgi sadəcə emosiya deyil, həm də qarşılıqlı anlaşma və dəstəkdir. Evli və ya münasibəti olanlar, münasibətlərdə səmimiyyət və xidmət ön planda olacaq. Partnyorunuza olan sevginizi sözlərdən çox, ona göstərdiyiniz qayğı və köməklə ifadə edəcəksiniz. Birlikdə ev işləri görmək və ya gələcək ilin ailə planlarını müzakirə etmək aranızdakı bağı möhkəmləndirəcək. Kiçik detallara olan diqqətiniz sayəsində qarşı tərəfin ehtiyaclarını o demədən anlayacaqsınız. Lakin diqqətli olun ki, mükəmməllik axtarışınız partnyorunuzda təzyiq hissi yaratmasın. Romantikanı sadəlikdə tapacaqsınız, səmimi bir söhbət və ya birlikdə hazırlanan səhər yeməyi sizin üçün ən böyük sevgi nümayişidir. Qarşılıqlı güvən bugün münasibətinizin onur və sütununu təşkil edəcək. Bir-birinizə olan sadiqliyiniz və ortaq hədəfləriniz 2026 ilə güclü bir başlanğıc etmənizi təmin edəcək. Sosial münasibətlərdə qızlar bugün daha çox faydalı olmaq missiyasını daşıyacaqlar. Dostlarınızın problemlərinə məntiqi həllər tapmaq, onlara praktiki məsləhətlər vermək sizin üçün təbii bir hal alacaq. Çox geniş və səs-küylü ətraflardansa, səmimiyyətinə güvəndiyiniz bir neçə nəfərlə vaxt keçirmək sizə daha çox zövq verəcək. Sosial çevrənizdə dürüstlüyünüz və etibarlılığınızla seçiləcəksiniz. Ola bilsin ki, köhnə bir dostunuzla aranızdakı soyuqluğu aradan qaldırmaq üçün bugün ilk addımı atasınız. Ünsiyyətdə detallara ilişib qalmadan böyük şəkli görməyə çalışın. Yeni tanışlıqlar zamanı qarşı tərəfin etik dəyərlərini və intellektini analiz edəcəksiniz. Sizin üçün dostluq bir məsuliyyətdir və bu məsuliyyəti layiqincə yerinə yetirməkdən qürur duyacaqsınız. Axşam saatlarında sosial şəbəkələrdən uzaqlaşıb, yalnız özünüzlə və ya ən yaxınlarınızla sükut içində vaxt keçirmək zehni yorğunluğunuzu alacaq. İş və karyera qızlar üçün həmişə vacibdir və 1 yanvar günü də istisna deyil. Bayram olmasına baxmayaraq, beyninizdə iş cədvəlinizi redaktə edir, yeni ilin peşəkar hədəflərini sistemləşdirirsiniz. Bugün yaradıcı problemlərin həlli üçün analitik zəkanızdan maksimum yararlanacaqsınız. Əgər tədqiqat, analiz, səhiyyə və ya texniki sahələrdə çalışırsınızsa, ulduzlar sizə uğur vəd edir. Peşəkar həyatınızda nizam, intizam və dəqiqlik sizin ən böyük vizit kartınız olacaq. Özünüzə qarşı tələbkar olduğunuz qədər iş yoldaşlarınızdan da eyni ciddiyyəti gözləyə bilərsiniz. Karyeranızda yüksəlmək üçün hansı bacarıqlarınızı təkmilləşdirməli olduğunuzu aydın şəkildə görəcəksiniz. Bugün ağlınıza gələn kiçik bir optimallaşdırma ideyası gələcəkdə böyük vaxt qazanmanıza səbəb ola bilər. Uğur sizin üçün təsadüf deyil, hər bir detalı düşünülmüş uzun müddətli bir əməyin nəticəsidir. Yeni ilin ilk günündə bu əməyin yol xəritəsini cızmaq sizi motivasiya edəcək. Maliyyə sahəsində qızlar üçün 1 yanvar tam bir təftişli günüdür. Xərclərinizi və gəlirlərinizi dəqiqliklə hesablayacaq, 2026 il üçün büdcə planı hazırlayacaqsınız. Maddi məsələlərdə impulsivlikdən uzaq durmaq və hər bir qəpiyin hara xərcləndiyini bilmək istəyiniz sizi gələcək risklərdən qoruyacaq. Faydasız xərcləri kəsmək və daha səmərəli investisiya yolları axtarmaq üçün mükəmməl vaxtdır. Ola bilsin ki, ailə büdcəsi ilə bağlı vacib qərarlar verəsiniz. Maddi azadlığa gedən yolun qənaətdən və düzgün bölüşdürmədən keçdiyini bir daha dərk edəcəksiniz. Sizin üçün pul bir güc nümayişi deyil, təhlükəsizlik və rahatlıq vasitəsidir. Bugün investisiya alətlərini araşdırmaq və ya uzun müddətli əmanət planları qurmaq üçün kainatın enerjisi sizin tərəfinizdədir.
Maddi durumunuzda kiçik də olsa müsbət bir sürpriz və ya əvvəllər etdiyiniz bir investisiyanın gəlir gətirməyə başladığını görün bilər. Sağlamlıq qızlar üçün bugün prioritet mövzulardan biridir. Həzm sistemi və sinir sisteminizin həssaslığı arta bilər, buna görə də qidalanma rejiminə və stres səviyyəsinə diqqət yetirməlisiniz. Psixoloji olaraq hər şeyi nəzarətdə saxlamaq istəyiniz sizi yora bilər, bəzən hadisələri öz axarına buraxmağı öyrənməlisiniz. Mükəmməllik xəstəliyindən uzaq durmaq üçün meditasiya və ya tənəffüs məşqləri etmək sizə çox yaxşı təsir edəcək. Fiziki aktivlik olaraq uzun gəzintilər və ya yüngül yoga hərəkətləri bədəninizi tonusda saxlayacaq. Ruhunuzu dincliyə qovuşdurmaq üçün təmiz və nizamlı bir mühitdə vaxt keçirməyə çalışın. Psixoloji gərginliyi azaltmaq üçün özünüzə qarşı daha mehriban olun və etdiyiniz kiçik səhvlərə görə özünüzü günahlandırmayın. Unutmayın ki, sizin ən böyük şəfanız daxili huzurunuzdur. Yuxu rejimini bərpa etmək 2026 ilə enerjili başlamağınız üçün vacibdir. Günün məsləhəti: mükəmməl olmaq məcburiyyətində deyilsən, sadəcə başlamaq məcburiyyətindəsən. Detallarda boğulmaq yerinə irəliləməyə fokuslan. Bəzən yaxşı olan, mükəmməl olub heç vaxt bitməyəndən daha dəyərlidir. Bugün özünə biraz daha çox sərbəstlik tanı. Motivasiya: sən qız bürcüsən, kainatın nizamlayıcısı və zərif ustasısan. Sənin zəkan ən mürəkkəb düyünləri belə aça bilər. 2026 il sənin zəhmətinin, səbrinin və dəqiqliyinin qarşılığını alacağın il olacaq. Öz potensialına güvən, çünki sən xaosdan nizam yarada bilən nadir insanlardansan. Bugün attığın hər bir kiçik addım gələcəkdə böyük bir uğur hekayəsinə çevriləcək. Dünya sənin təşkilatçılıq bacarığına və sadiqliyinə ehtiyac duyur. Öz dəyərini bil və hədəflərinə doğru qətiyyətlə irəlilə. Uğur səninlədir, çünki sən onu hər detalı ilə planlamısan. Tərəzi. 2026 ilin ilk günündə tərəzilər özlərini sanki bir sülh elçisi kimi hiss edəcəklər. Hava elementinin verdiyi intellektual çeviklik sizin üçün ilin ilk gününü sosial əlaqələrin və bədii ilhamın mərkəzinə çevirir. Enerjiniz olduqca mülayim, cəlbedici və birləşdiricidir. Göy üzündəki planetar vibrasiyalar sizin biz demək bacarığınızı gücləndirir, bu da sizi ətrafınızdakı insanların rəğbətini qazanmağa sövq edir. Bugün daxili tərəzinizi tarazlamaq üçün əla vaxtdır, keçmişin gərginlikləri ilə gələcəyin ümidləri arasında qızıl ortanı tapacaqsınız. Kosmik enerji sizə həyatınızdakı artıq yükləri atmaq və yalnız sizə gözəllik bəxş edən amillərə fokuslanmaq üçün güc verir. Sizin üçün bugün estetik yenilənmə günüdür. Ətrafınızı gözəlləşdirmək və ruhunuzu sənətlə bəsləmək istəyi daxilinizdə güclü şəkildə hiss olunacaq. Subay tərəzilər, 1 yanvar sizin üçün romantik tanışlıqlar və zərif flörtlər vəd edir. Sizin təbii cazibəniz və xoş söhbətiniz ətrafınızdakiları maqnit kimi özünə çəkəcək. Ola bilsin ki, sənət mühitində və ya sosial bir tədbirdə ruhən sizə çox yaxın olan biri ilə qarşılaşasınız. Sizin üçün sevgi ilk növbədə ruhların harmoniyasıdır və bugün həmin harmoniyanı tapmaq şansınız olduqca yüksəkdir. Evli və ya münasibəti olanlar, münasibətlərdə qarşılıqlı güzəşt və romantika ön planda olacaq. Partnyorunuzla aranızda olan kiçik inciklikləri diplomatik yolla heç kimi qırmadan həll etmək üçün ideal zamandır. Birlikdə gələcək səyahətlər planlaşdırmaq və ya evinizə gözəllik qatacaq ortaq qərarlar vermək bağlarınızı möhkəmləndirəcək. Sizin üçün sevgi paylaşmaqdır. Bugün sevdiyiniz insanla hər bir anı, istər sükutu, istərsə də şənliyi paylaşmaqdan böyük zövq alacaqsınız. Diqqətli olun ki, hər kəsi məmnun etmək istəyiniz öz ehtiyaclarınızı kölgədə qoymasın. Səmimi bir etiraf və ya ortaq bir hobbi münasibətinizə yeni rənglər qatacaq. Güvən və ədalət bugün münasibətinizin təməl daşları olacaq. Sosial münasibətlərdə tərəzilər bugün bir körpü rolunu oynayacaqlar. Dost çevrənizdə yarana biləcək hər hansı bir anlaşılmazlığı aradan qaldırmaq və insanları bir araya gətirmək üçün sizin təbii istedadınız işə düşəcək. 1 yanvar günü geniş sosial dairələrdə parlayacaqsınız, lakin sizə daxili huzur verən, intellektual söhbətlər edə biləcəyiniz dostlara daha çox üstünlük verəcəksiniz. Sosial çevrənizdə dürüstlüyünüz və obyektivliyinizlə hörmət qazanacaqsınız. Ola bilsin ki, köhnə bir dostunuz sizdən obyektiv bir rəy istəsin. Ünsiyyətlər yox deməkdən qorxmayın, öz sərhədlərinizi qorumaq dostluqlarınızı daha sağlam edəcək. Yeni tanışlıqlar zamanı insanların xarici görünüşündən çox daxili dünyasına və nəzakətinə diqqət yetirəcəksiniz. Sizin üçün dostluq bir incə sənətdir və bu sənəti bugün ən yüksək səviyyədə icra edəcəksiniz.
Axşam saatlarında izdihamdan uzaqlaşıb özünüzlə qalmaq zehni tarazlığınızı bərpa edəcək. İş və karyera sahəsində tərəzilər üçün 1 yanvar yeni əməkdaşlıqların və strateji tərəfdaşlıqların təməlinin qoyulduğu gündür. Bayram olmasına baxmayaraq, beyninizdə yaradıcı layihələrin dizaynını hazırlayır, peşəkar əlaqələrinizi necə genişləndirəcəyinizi düşünürsünüz. Bugün diplomatik qabiliyyətiniz sayəsində ən çətin danışıqların belə öhdəsindən gələ biləcəyinizi dərk edəcəksiniz. Əgər hüquq, incəsənət, diplomatiya və ya ictimaiyyətlə əlaqələr sahəsində çalışırsınızsa, 2026-cı ilin ilk günü sizə parlaq ideyalar bəxş edəcək. Karyeranızda ədalətli bir mövqe tutmaq və əməyinizin düzgün qiymətləndirilməsi üçün planlar quracaqsınız. İş mühitində estetik və nizam yaratmaq istəyiniz məhsuldarlığınızı artıracaq. Uğur sizin üçün komanda işindən və düzgün qurulmuş kommunikasiyadan keçir. Yeni ilin ilk günündə peşəkar hədəflərinizi müəyyənləşdirərkən mənfəət və dəyərlər arasındakı balansı qorumağa çalışacaqsınız. Maliyyə sahəsində tərəzilər üçün 1 yanvar gözəllik və qənaət arasındakı tarazlığın tapıldığı gündür. Maddi resurslarınızı estetik ehtiyaclarınıza və ya evinizin konforuna xərc etmək istəyiniz güclü ola bilər. Lakin ulduzlar sizə impulsiv xərclərdən qaçmağı və hər bir alışın həqiqətən dəyərli olub olmadığını sorğulamağı məsləhət görür. 2026-cı il üçün maliyyə planı qurarkən ortaq gəlirlər və ya tərəfdaşlıqdan gələn qazancları nəzərə almaq vacibdir. Maddi azadlığa gedən yolun ağıllı investisiyalardan və balanslı xərcləmədən keçdiyini görəcəksiniz. Sizin üçün pul həyat keyfiyyətini artıran bir vasitədir və bugün həmin keyfiyyəti necə davamlı edə biləcəyinizi analiz edəcəksiniz. Ola bilsin ki, sənət əsəri və ya dəyərli bir bəzək əşyası almaq şansı yaransın. Maliyyə vəziyyətinizdə stabillik yaratmaq üçün daxili bir qətiyyət hiss edəcəksiniz ki, bu da il boyu maddi rifahınızı qorumağa kömək edəcək. Sağlamlıq baxımından böyrəklər və bel nahiyəniz bugün xüsusi diqqət tələb edir. Kifayət qədər su içmək və bədən duruşunuza diqqətlik sizi yora bilər, vacib olmayan mövzularda çox düşünməkdən qaçın. Daxili hüzurunuzu qorumaq üçün musiqi dinləmək, rəsm çəkmək və ya gözəl bir mənzərəni seyr etmək sizə terapiya kimi təsir edəcək. Emosional tarazlığınızı bərpa etmək üçün ətrafınızdakı xaotik enerjilərdən uzaq durmağa çalışın. Fiziki olaraq yüngül gimnastika və ya rəqs etmək bədəninizi tonusda saxlayacaq. Ruhunuzu dincəltmək üçün meditativ bir atmosfer yaradın, şamlar, xoş qoxular və sakitlik sizin üçün ən yaxşı dərmandır. Psixoloji gərginliyi azaltmaq üçün özünüzü hər kəsi razı salmaq məsuliyyətindən azad edin. Unutmayın ki, sizin ən böyük gücünüz daxili sülhünüzdür. Günün məsləhəti, hər bir seçimin bir tarazlıq olduğunu unutma. Bugün həyatındakı evərləri artır, yoxsaqları azalt. Heç bir tərəfə həddindən artıq meyl etmədən mərkəzdə qalmağı öyrən. Ən böyük gözəllik ruhun sakitliyində gizlənib. Motivasiya, sən tərəzi bürcüsən, kainatın zərifliyi və ədalətsən. Sənin varlığın ətrafındakı xaosa nizam və harmoniya gətirir. 2026-cı il sənin zərif gücünün və diplomatik zəkanın parlayacağı il olacaq. Özünə inamın və estetik baxışın səni ən çətin zirvələrə belə incəliklə daşıyacaq. Bugün yeni bir səhifə açırsan və həmin səhifəni ən gözəl rənglərlə boyamaq sənin əlindədir. Dünya sənin yaratdığın o bənzərsiz harmoniyaya ehtiyac duyur. Öz dəyərini bil və hər addımını zərifliklə at. Uğur səninlədir, çünki sən gözəlliyi və haqqı müdafiə edirsən. Əqrəb. 2026-cı ilin ilk günündə əqrəblər özlərini sanki küllərindən yenidən doğulan bir simurq quşu kimi hiss edəcəklər. Su elementinin sabit və dərin enerjisi sizə inanılmaz bir emosional dözümlülük və fokuslanma qabiliyyəti bəxş edir. Bugün enerjiniz səssiz, lakin dərindən axan bir çay kimidir. Kənardan sakit görünsəniz də daxilinizdə böyük transformasiya prosesləri gedir. Göy üzündəki planetar vəziyyət sizin intuisiyanızı və rentgenli baxışlarınızı itiləyir. İnsanların gizli niyyətlərini və hadisələrin pərdə arxasını görmək sizin üçün asanlaşacaq. Sizin üçün bugün arınıb təmizlənmə günüdür. Ruhunuzu sıxan, inkişafınıza mane olan köhnə vərdişlərdən və ya düşüncə qəliblərindən qətiyyətlə imtina edəcəksiniz. Kosmik vibrasiyalar sizi sirli olanı araşdırmağa və öz daxili potensialınızı maksimum dərəcədə üzə çıxarmağa təşviq edir. Subay əqrəblər, 1 yanvar sizin üçün mistik və dərin bir cazibə ili olacaq. Səthi flörtlər artıq sizi qane etmir, siz ruhunuzu titrədəcək, sizi tam mənasıyla dəyişdirəcək bir eşq axtarışındasınız. Gözlənilməz bir baxış və ya ilk baxışdan yaranan güclü bir cazibə sizi yeni bir sevgi macərasına sürükləyə bilər.
Lakin qəlbinizi açmazdan əvvəl qarşı tərəfi sınağa çəkməkdən də geri durmayacaqsınız. Evli və ya münasibəti olanlar, münasibətlərdə tam sadiqlik və ehtiras hökm sürəcək. Partnyorunuzla aranızdakı bağın sadəcə fiziki deyil, həm də ruhsal bir müstəviyə keçməsini istəyəcəksiniz. Gizli qalmış duyğuları paylaşmaq və bir-birinizə olan etibarı yenidən təsdiqləmək üçün ideal vaxtdır. Sizin üçün sevgi ya hamı ya heç nə prinsipidir. Bugün qarşı tərəfin sizə olan bağlılığını hiss etmək ruhunuzu dincəldəcək. Kiçik qısqanclıq krizislərindən qaçmaq üçün daxili güvəninizi bərpa etməyə çalışın. Cinsi enerjinizin və emosional yaxınlığınızın artması münasibətinizə yeni bir nəfəs gətirəcək. Bir-birinizə verdiyiniz gizli vədlər 2026 il boyu münasibətinizin qalxanı olacaq. Sosial münasibətlərdə əqrəblər bugün olduqca seçici və bir qədər qapalı ola bilərlər. Siz kütlələrə deyil, sınaqdan keçmiş ən çətin anınızda yanınızda olan bir neçə sadiq dosta üstünlük verirsiniz. 1 yanvar günü yalançı səmimiyyətlərdən uzaq durmaq və yalnız real söhbətlər etmək istəyəcəksiniz. Dost çevrənizdə sir saxlamaq bacarığınız və strateji məsləhətlərinizlə hər zamanki kimi fərqlənəcəksiniz. Ola bilsin ki, köhnə bir dostunuzla aranızda olan sirli bir məsələ bugün aydınlığa qovuşsun. İnsanların maskalarını düşürmək istəyiniz artsa da diplomatik qalmağa çalışın. Sosial çevrənizdə baş verən güc mübarizələrində tərəfsiz qalmaq və müşahidəçi mövqeyində olmaq sizə daha çox məlumat qazandıracaq. Sizin üçün dostluq bir ittifaqdır və bu ittifaqın şərtlərini bugün yenidən nəzərdən keçirə bilərsiniz. İş və karyera sahəsində əqrəblər üçün 1 yanvar gizli hazırlıq günüdür. Bayram olmasına baxmayaraq, siz rəqiblərinizdən bir addım öndə olmaq üçün strateji planlar qurursunuz. Karyeranızda böyük bir sıçrayış etmək üçün lazım olan gücü və resursları necə əldə edəcəyinizi analiz edirsiniz. Tədqiqat, araşdırma, maliyyə və ya krizis menecmenti sahələrində çalışan əqrəblər üçün bugün parlaq bir kəşf günü ola bilər. Peşəkar həyatınızda nüfuzunuzu artırmaq üçün sükutun gücündən istifadə edəcəksiniz. Hər kəs bayram edərkən siz hədəfinizə fokuslanmısınız. Uğur sizin üçün bir iradə sınağıdır və 2026 ilin ilk günündə bu sınaqdan qalib çıxmaq üçün daxili and içəcəksiniz. Karyera nərdivanında irəliləyərkən maneələri problem kimi deyil, pilləkən kimi görəcəksiniz. Sizin sarsılmaz əzminiz hər bir qapını aça biləcək qüdrətdədir. Maliyyə məsələlərində əqrəblər bugün olduqca analitik və strateji davranacaqlar. 1 yanvar günü ortaq qazanclar, miras məsələləri və ya investisiyalar barədə ciddi düşünmək üçün əlverişlidir. Maddi durumunuzu kökündən dəyişdirə biləcək riskli, lakin gəlirli layihələri araşdıra bilərsiniz. Pulu sadəcə xərcləmək üçün deyil, güc və müstəqillik əldə etmək üçün bir vasitə kimi görürsünüz. İmpulsiv alış-verişlərdən uzaqsınız, sizin üçün hər bir xərcin bir məqsədi olmalıdır. Ola bilsin ki, gizli qalmış bir gəlir mənbəyi və ya köhnə bir borcun qaytarılması gündəmə gəlsin. Maliyyə təhlükəsizliyinizi təmin etmək üçün daxili bir instinktlə hərəkət edəcəksiniz. 2026 il üçün maliyyə strategiyanız azla çox iş görmək və resursları effektiv idarə etmək üzərində qurulacaq. Maddi məsələlərdə heç kimə tam güvənməmək və hər şeyi özünüz yoxlamaq instinktiniz sizi itkilərdən qoruyacaq. Sağlamlıq baxımından reproduktiv sistem və bədənin toksinlərdən təmizlənmə prosesi bugün ön plandadır. Detoks proqramlarına başlamaq və ya zərərli vərdişlərdən bir dəfəlik imtina etmək üçün ilin ən güclü günüdür. Psixoloji olaraq özünüzü çox dərin və emosional hiss edə bilərsiniz. Daxili qorxularınızla üzləşmək və onları gücə çevirmək üçün meditasiya və ya psixoloji analiz sizə çox kömək edəcək. Ruhunuzun regenerasiyası üçün bir müddət yalnız qalmaq və sükutu dinləmək lazımdır. Sizin üçün fiziki ağrı deyil, ruhsal sıxıntı daha önəmlidir. Buna görə də daxili hüzurunuzu pozan hər kəsi və hər şeyi həyatınızdan uzaqlaşdırmaqda tərəddüd etməyin. Su ilə təmasda olmaq, dəniz kənarında gəzinti və ya sadəcə duş qəbul etmək emosional yüklərinizi axıdıb aparacaq. Unutmayın ki, sizin ən böyük şəfanız öz iradənizdir. Günün məsləhəti, səni öldürməyən hər şey səni daha da gücləndirir. Bugün keçmişin acılarını bir müəllim kimi qəbul et və onları gələcəyin yanacağına çevir. Heç nəyi yarıda qoyma, ya tam daxil ol, ya da tamamilə uzaqlaş. Həqiqət həmişə dərindədir. Motivasiya, sən əqrəbsən, zodyacın ən sirli və ən dözümlü döyüşçüsü. Sənin daxilində elə bir güc var ki, o, dünyanı yerindən oynada bilər. 2026 il sənin daxili transformasiyanın və böyük zəfərlərinin ili olacaq. Özündən və intuisiyandan heç vaxt şübhə etmə, çünki sən başqalarının qorxduğu qaranlıqlarda yol tapa bilən tək insansan.
Bugün yeni bir həyatın təməlini qoyursan və bu təməl polad qədər möhkəmdir. Gözlərini hədəfə dik və unutma ki, sən qalib gəlmək üçün doğulmusan. Dünya sənin gücünü görməyə hazırlaşsın. Ox atan. 2026 ilin ilk günündə ox atanlar özlərini sanki bütün dünyanın onlara açıq olduğu bir səyyah kimi hiss edəcəklər. Od elementinin verdiği coşku ve Jüpiterin genişlendirici təsiri sizə hüdudsuz bir inam bəxş edir. Bugün enerjiniz dinamik, yoluxucu ve gələcəyə yönəlmiştir. Gökyüzündəki planetar vibrasiyalar sizi rutinlərdən qopmağa və həyatın daha böyük mənasını axtarmağa sövq edir. Sizin üçün bugünlü böyük kəşfi günüdür. İstər yeni bir kitab, istər yeni bir ideya, istərsə də yeni bir marşrut olsun, hər şey sizdə həyəcan yaradacaq. Kosmik enerji sizin bəxtinizi və şansınızı artırır, sanki kainat sizin bütün istəklərinizə hər deməyə hazırdır. Lakin bu yüksək dozalı nikbinliyin sizi real təhlükələri görməkdən yayındırmamasına diqqət etməlisiniz. Sizin enerjiniz ətrafınızdakı qaranlıq buludları dağıtmaq və insanlara ümid vermək üçün nəzərdə tutulub. Subay ox atanlar, 1 yanvar sizin üçün gözlənilməz və eksotik tanışlıqlar vəd edir. Sizin azadlıq sevginiz və maraqlı hekayələriniz qarşı tərəf üçün olduqca cəlbedici olacaq. Ola bilsin ki, fərqli mədəniyyətdən olan və ya uzaq səfərdə tanış olduğunuz biri ilə aranızda qığılcım yaranasın. Sizin üçün sevgi bir macəradır və bugün həmin macəranın ilk fəslini yazmaq üçün mükəmməl zamandır. Evli və ya münasibəti olanlar, münasibətlərdə dürüstlük və ortaq maraqlar ön planda olacaq. Partnyorunuzla birlikdə yeni bir hobbi tapmaq və ya 2026 il üçün böyük bir dünya turu planlaşdırmaq aranızdakı bağları yeniləyəcək. Sizin üçün münasibət həm də bir dostluqdur. Bugün həyat yoldaşınızla fəlsəfi söhbətlər etmək, birlikdə gülmək və bir-birinizi azadlıq sahəsi tanımaq sevgini daha da dərinləşdirəcək. Kiçik detallara ilişib qalmaq yerinə böyük xoşbəxtliyə fokuslanacaqsınız. Ehtiras bugün sizin üçün kəşf etmək istəyi ilə birləşəcək. Bir-birinizə olan inamınız sınaqlardan uğurla çıxacaq və gələcəyə daha böyük bir coşku ilə baxacaqsınız. Səmimiyyət sizin ən böyük silahınızdır. Hisslərinizi gizlətmədən olduğu kimi ifadə etmək münasibətinizdəki bütün bariyerləri yıxacaq. Sosial münasibətlərdə ox atanlar bugün bir enerjili lider və əyləncənin mərkəzi rolunu oynayacaqlar. Dostlarınız arasında nikbinliyiniz və maraqlı dünya görüşünüzlə hər zamanki kimi fərqlənəcəksiniz. 1 yanvar günü geniş sosial dairələrdə parlayacaqsınız, hər kəslə asanlıqla dil tapacaqsınız. Sosial çevrənizdə səmimiyyətiniz və açıq sözlülüyünüzlə hörmət qazanacaqsınız. Ola bilsin ki, yeni bir qrupa daxil olasınız və ya maraqlı bir cəmiyyətin üzvü olasınız. Ünsiyyətlər hər deməkdən qorxmayın, çünki bugün qurulan əlaqələr sizə yeni üfüqlər açacaq. Yeni tanışlıqlar zamanı insanların statusundan çox, onların nə qədər maraqlı və dürüst olduğuna diqqət yetirəcəksiniz. Sizin üçün dostluq bir öyrənmə prosesidir və bugün hər kəsdən yeni bir şey öyrənməyə hazır olacaqsınız. Axşam saatlarında dostlarla keçirilən səs-küylü bir məclis enerjinizi daha da yüksəldəcək. İş və karyera sahəsində ox atanlar üçün 1 yanvar vizyoner ideyaların və qlobal hədəflərin günüdür. Bayram olmasına baxmayaraq, beyninizdə beynəlxalq layihələrin sxemini qurur, peşəkar fəaliyyətinizi sərhədlərin kənarına necə çıxaracağınızı düşünürsünüz. Bugün strateji düşünmək və böyük riskləri idarə etmək qabiliyyətiniz sayəsində gələcək uğurlarınızın təməlini qoyacaqsınız. Əgər təhsil, turizm, xarici ticarət və ya fəlsəfə sahəsində çalışırsınızsa, 2026 ilin ilk günü sizə inanılmaz ilham bəxş edəcək. Karyeranızda müstəqil olmaq və öz qaydalarınızla oynamaq üçün planlar quracaqsınız. İş mühitində yaradıcılıq və geniş baxış bucağı yaratmaq istəyiniz məhsuldarlığınızı artıracaq. Uğur sizin üçün bir səyahətdir və bugün həmin səyahətin ən maraqlı nöqtələrini müəyyən edəcəksiniz. Peşəkar hədəflərinizi müəyyənləşdirərkən maddi qazancdan çox mənəvi inkişafı ön planda tutacaqsınız. Maliyyə sahəsində ox atanlar üçün 1 yanvar şans və cəsarət günüdür. Maddi resurslarınızı səyahətlərə, təhsilə və ya özünüzü inkişaf etdirəcək sahələrə xərc etmək istəyiniz güclü olacaq. Ulduzlar sizə xəsislik etməməyi, lakin eyni zamanda pulu küləyə sovurmamağı məsləhət görür. 2026 il üçün maliyyə planı qurarkən xarici valyutalar və ya beynəlxalq investisiyalar barədə düşünmək uğurlu ola bilər. Maddi azadlığa gedən yolun cəsarətli addımlardan və doğru zamanda risk etməkdən keçdiyini görəcəksiniz. Sizin üçün pul daha çox sərbəstlik və imkanlar deməkdir. Ola bilsin ki, gözlənilməz bir şans oyunu və ya uzaqdan gələn bir maddi təklif sizi sevindirsin.
Maliyyə vəziyyətinizdə irəliləyiş yaratmaq üçün daxili bir intuisiyanız olacaq ki, bu da il boyu maddi rifahınızı qorumağa kömək edəcək. Unutmayın ki, bərəkət paylaşdıqca artır, əliaçıqlığınız sizə daha çox qazanc gətirəcək. Sağlamlıq baxımından bud nahiyəsi və qaraciyər bugün xüsusi diqqət tələb edir. Aktiv hərəkət etmək və zərərli vərdişlərdən uzaq durmaq vacibdir. Psixoloji olaraq özünüzü çox güclü, sərbəst və həyat dolu hiss edəcəksiniz. Daxili hüzurunuzu qorumaq üçün açıq havada vaxt keçirmək, idmanla məşğul olmaq və ya yeni bir yer kəşf etmək sizə terapiya kimi təsir edəcək. Emosional tarazlığınızı bərpa etmək üçün məhdudiyyətlərdən və sıxıcı qaydalardan uzaq durmağa çalışın. Fiziki olaraq qaçış və ya uzun yürüşlər bədəninizi tonusda saxlayacaq. Ruhunuzu dincəltmək üçün geniş məkanlarda olmağa çalışın, dağ havası və ya dəniz mənzərəsi sizin üçün ən yaxşı dərmandır. Psixoloji gərginliyi azaltmaq üçün özünüzü mənfi düşüncələrdən tamamilə təmizləyin. Unutmayın ki, sizin ən böyük gücünüz sarsılmaz ümidinizdir. Günün məsləhəti, həyat bir ox kimidir, onu hədəfə çatdırmaq üçün əvvəlcə geri çəkilmək lazımdır. Bugün keçmişin təcrübələrini yay kimi istifadə et və hədəfinə fokuslan. Sərhədlər yalnız sənin zehnindədir. İnandığın yoldan dönmə, motivasiya, sən ox atan bürcüsən, kainatın əbədi axtarışçısı və hikmət daşıyıcısısan. Sənin varlığın ətrafındakı insanlara işıq və cəsarət verir. 2026-cı il sənin böyük kəşflərinin və ruhsal yüksəlişinin ili olacaq. Özünə inamın və nikbinliyin səni ən əlçatmaz zirvələrə belə coşğu ilə daşıyacaq. Bugün yeni bir maceraya start verirsən və həmin səyahəti ən maraqlı hadisələrlə doldurmaq sənin əlindədir. Dünya sənin gətirdiyin o yeni vizyona ehtiyac duyur. Öz dəyərini bil və hər addımını azadlıqla at. Uğur səninlədir, çünki sən həmişə irəliyə baxırsan. Oğlaq. 2026-cı ilin ilk günündə oğlaqlar özlərini hər zamankından daha nüfuzlu və qətiyyətli hiss edəcəklər. Günəşin sizin bürcünüzdə parlaması daxili işığınızı və ambisiyalarınızı gücləndirir. Torpaq elementinin verdiyi realist yanaşma sayəsində enerjiniz dağınıq deyil, bir nöqtəyə fokuslanmış və olduqca konstruktivdir. Göy üzündəki planetar düzülüş sizə zamanın ustası olduğunuzu xatırladır. Bugün keçmişin səhvlərini bir təcrübə kimi arxivləşdirib, gələcəyin 10 illik planlarını qurmaq üçün inanılmaz bir zehni aydınlığa sahibsiniz. Sizin üçün bugün sadəcə təqvim dəyişikliyi deyil, bir növ daxili konstitusiyanızın yenilənməsidir. Kosmik vibrasiyalar sizi ciddiyyətə və məsuliyyətə səsləsə də, bu sizi yormayacaq, əksinə idarə etmə hissi verdiyi üçün daxili hüzur bəxş edəcək. Siz xaosdan nizam yaradan memarsınız və bugün həmin memarlığın ən möhtəşəm eskizlərini çəkəcəksiniz. Subay oğlaqlar, 1 yanvar sizin üçün münasibətlərə tamamilə fərqli, daha dərindən baxacağınız bir gündür. Sizin üçün sevgi artıq sadəcə emosional bir həyəcan deyil, həm də bir quruculuqdur. Sizi intellektual olaraq çətinə salan, eyni zamanda sizə güvən verən insanlara meyl edəcəksiniz. Ola bilsin ki, köhnə bir tanışınızda gözləmədiyiniz bir yetkinlik kəşf edəsiniz. İlk addımı atmaqda tələsməyəcəksiniz, çünki sizin üçün keyfiyyət kəmiyyətdən üstündür. Evli və ya münasibəti olanlar, münasibətlərdə sadiqlik və gələcəyə baxış ən vacib amillər olacaq. Partnyorunuzla birlikdə ailə bağlarını möhkəmləndirəcək qərarlar vermək, bəlkə də bir daşınmaz əmlak və ya uzun müddətli ortaq hədəf haqqında ciddi söhbət etmək üçün ideal vaxtdır. Sizin sevgi diliniz bugün qayğı və məsuliyyət üzərində qurulub. Qarşı tərəfə olan sevginizi romantik şeirlərlə deyil, onun həyatını asanlaşdıracaq konkret addımlarla göstərəcəksiniz. Lakin emosional soyuqluq göstərməməyə çalışın, partnyorunuzun sizin o sərt qabığınızın altındakı isti qəlbə ehtiyacı var. Bir-birinizə verdiyiniz sözlər bugün bir and kimi qəbul olunacaq. Münasibətinizdəki iyerarxiya və qarşılıqlı hörmət bərpa olunacaq. Sosial münasibətlərdə oğlaqlar bugün olduqca seçici və bir qədər məsafəli ola bilərlər. Siz çox dost deyil, həqiqi dost tərəfdarısınız. 1 yanvar günü yalnız vaxtınızı boşuna sərf etməyən, sizə nəsə qata bilən və ya uzun illərin sınağından çıxmış şəxslərlə ünsiyyətdə olacaqsınız. Sosial çevrənizdə sözü keçən, məsləhət alınan bir mövqedəsiniz. Ola bilsin ki, kimsə sizdən həyati bir məsələdə yol göstərməyinizi xahiş etsin. Sizin soyuqqanlılığınız və obyektivliyiniz ətrafınızdakılar üçün bir mayak rolunu oynayır. Yeni tanışlıqlar zamanı qarşı tərəfin sosial statusundan çox, onun xarakterindəki dürüstlüyü sınağa çəkəcəksiniz. Sizin üçün dostluq bir etibar müqaviləsidir və bugün həmin müqavilənin şərtlərini gözləyən hər kəsə hörmətlə yanaşacaqsınız.
Axşam saatlarında izdihamlı məclislərdən tez ayrılıb, yalnız özünüzlə baş-başa qalmaq istəyi yarana bilər. İş və karyera sahəsində oğlaqlar üçün 1 yanvar zirvəyə baxış günüdür. Bayram olmasına baxmayaraq, beyninizdə 2026-cı ilin rüblük hədəflərini müəyyənləşdirir, peşəkar nüfuzunuzu necə kapitallaşdıracağınızı düşünürsünüz. Sizin üçün iş sadəcə qazanc deyil, bir miras qoymaq vəzifəsidir. Bugün strateji səbriniz sayəsində gələcək rəqiblərinizdən bir addım öndə olacaqsınız. Əgər dövlət strukturları, idarə etmə, tikinti və ya maliyyə sahəsində çalışırsınızsa, ulduzlar sizə uğur vəd edir. Karyeranızda avtoritetinizi artırmaq üçün yeni bir kursa başlamaq və ya yeni bir metodologiya öyrənmək qərarı verə bilərsiniz. İş mühitində nizam-intizam və peşəkarlıq sizin ən güclü silahınızdır. Uğur sizin üçün bir sürpriz deyil, düzgün qurulmuş sistemin məntiqi nəticəsidir. Yeni ilin ilk günündə peşəkar hədəflərinizi müəyyənləşdirərkən duyğularınızı kənara qoyub, yalnız faktlara və potensiala güvənəcəksiniz. Maliyyə sahəsində oğlaqlar bugün hər zamankından daha qənaətcil və uzaq görən olacaqlar. 1 yanvar günü sizin üçün maliyyə portfelinizi yenidən nəzərdən keçirmək və investisiya planlarınızı dəqiqləşdirmək günüdür. Maddi resurslarınızı boş xərclərə deyil, gələcəkdə dəyər qazanacaq aktivlərə yönəltmək istəyiniz güclüdür. Pulu bir güvən və müstəqillik simvolu kimi görürsünüz. Ola bilsin ki, ailə daxilində miras və ya daşınmaz əmlakla bağlı məhsuldar bir müzakirə aparasınız. Maddi azadlığa gedən yolun ləng, lakin sarsılmaz addımlardan keçdiyini dərk edirsiniz. Sizin üçün hər bir qəpik bir toxumdur və siz o toxumu ən bərəkətli torpağa əkmək niyyətindəsiniz. Maliyyə vəziyyətinizdə stabillik yaratmaq üçün daxili bir qətiyyət hiss edəcəksiniz ki, bu da il boyu maddi rifahınızı qorumağa kömək edəcək. Sizin maliyyə intizamınız ətrafınızdakılar üçün bir nümunə olacaq. Sağlamlıq baxımından sümüklər, dişlər və oynaqlar bugün xüsusi diqqət tələb edir. Kalsium qəbuluna və fiziki hərəkətliliyə diqqət yetirməlisiniz. Psixoloji olaraq özünüzü çox ciddi və yüklənmiş hiss edə bilərsiniz. Hər şeyi mən etməliyəm düşüncəsindən uzaqlaşmağa çalışın. Daxili itinə və yarad havasında gəzinti, sükut içində mütaliə və ya klassik musiqi sizə terapiya kimi təsir edəcək. Emosional tarazlığınızı bərpa etmək üçün özünüzə qarşı daha mülayim olun, hər zaman mükəmməl olmaq məcburiyyətində deyilsiniz. Fiziki olaraq dözümlülüyünüz yüksəkdir, lakin mental yorğunluğun qarşısını almaq üçün yuxu rejiminə riayət edin. Ruhunuzu dincəltmək üçün keçmişin uğurlarını xatırlayın və özünüzlə fəxr edin. Psixoloji gərginliyi azaltmaq üçün bəzən sadəcə anında qalmağı və həyatın gətirdiyi kiçik sevincləri görməyi öyrənin. Sizin ən böyük şəfanız öz-özünüzə olan hörmətinizdir. Günün məsləhəti, zirvəyə gedən yol tənhadır, lakin mənzərə möhtəşəmdir. Bugün hədəflərini elə uca qoy ki, ona çatmaq üçün hər gün özünü aşmalı olasan. Lakin unutma ki, dincəlmək də işin bir hissəsidir. Səbr sənin ən böyük müttəfiqindir. Motivasiya, sən oğlaqsan, zodiacın ən dözümlü və ən uzaq görən bürcüsən. Sənin iradən ən sərt fırtınalara beləsinə gələ bilər. 2026-cı il sənin illərlə çəkdiyin zəhmətin meyvələrini toplayacağın və öz imperiyanı möhkəmləndirəcəyin il olacaq. Özünə və qurduğun sistemə inamını heç vaxt itirmə, çünki sən təməli olmayan xəyallar deyil, gələcəyi inşa edirsən. Bugün yeni bir dövrün təməlini qoyursan və həmin bina sarsılmaz olacaq. Dünya sənin ciddiyyətinə və stabilliyinə ehtiyac duyur. Öz dəyərini bil və hər addımını qətiyyətlə at. Uğur səninlədir, çünki sən onu hər saniyəsi ilə qazanmısan. Dolça. 2026-cı ilin ilk günündə dolçalar özlərini sanki zamandan bir addım öndə, gələcəkdən bugünə baxan bir müşahidəçi kimi hiss edəcəklər. Hava elementinin verdiyi qeyri-adi obyektivlik və müstəqillik ruhu sizə hadisələrə tamamilə fərqli bir rakursdan baxmaq imkanı verir. Enerjiniz olduqca elektrikli, sürətli və qeyri-ənənəvidir. Göy üzündəki planetar vibrasiyalar sizin orijinallığınızı artırır. Bugün hər kəsin getdiyi yoldan deyil, öz açdığınız cığırdan getmək istəyi daxilinizdə vulkan kimi qaynayır. Sizin üçün bugün beyin fırtınası günüdür. Ağlınıza gələn ideyalar ilk baxışda fantastik görünə bilər, lakin onların təməlində gələcəyin reallıqları yatır. Kosmik enerji sizi qlobal məsələlərlə maraqlanmağa və cəmiyyət üçün faydalı nəsə etməyə təşviq edir. Siz bugün rutinlərin zəncirini qıran və azadlığı hər şeydən üstün tutan bir inqilabçı enerjisindəsiniz. Subay dolçalar, 1 yanvar sizin üçün zehni heyranlıq üzərində qurulmuş münasibətlərin başlanğıcı ola bilər. Sizin üçün fiziki cazibədən daha önəmli olan şey qarşı tərəfin zəkası və dünya görüşüdür.
Ola bilsin ki bir online platformada veya elmi texnoloji bir müzakirə mühitində sizinlə eyni dildə danışan biri ilə qarşılaşasınız. Sizin üçün sevgi ilk növbədə dostluq və fikir ortaqlığıdır. Evli və ya münasibəti olanlar, münasibətlərdə fərdi azadlıqlara hörmət və ortaq ideallar ön planda olacaq. Partnyorunuzla birlikdə ənənəvi bayram qaydalarından uzaqlaşıb, tamamilə fərqli və maraqlı bir gün keçirmək bağlarınızı möhkəmləndirəcək. Sizin üçün münasibətin sıxıcı olmaması vacibdir. Bugün həyat yoldaşınızla gələcəyin texnologiyaları, kosmos və ya ictimai dəyişikliklər haqqında danışmaq sizi bir-birinizə daha da yaxınlaşdıracaq. Lakin emosional tərəfləri tamamilə unutmamağa çalışın. Bəzən sadəcə hiss edirəm demək, düşünürəm deməkdən daha vacibdir. Bir-birinizə verdiyiniz sərbəstlik bugün etibarınızın ən böyük sübutu olacaq. Münasibətinizdəki bərabərlik prinsipi 2026 ilə harmonik bir giriş etmənizi təmin edəcək. Sosial münasibətlərdə dolçalar bugün öz təbii mühitlərində, insan kütlələri və maraqlı qruplar arasında olacaqlar. Siz fərdi dostluqlardan ziyada kollektiv fəaliyyətlərə və ortaq məqsədi olan icmalara üstünlük verirsiniz. 1 yanvar günü dostlarınız arasında ən qeyri-adi təklifləri verən və hər kəsi heyrətləndirən şəxs olacaqsınız. Sosial çevrənizdə humanist yanaşmanız və ədalət hissinizlə hörmət qazanacaqsınız. Ola bilsin ki, xeyriyyə işləri və ya bir sosial layihə üçün yeni əlaqələr qurasınız. Ünsiyyətdə qərəzsiz və səmimi olmağınız hər kəsin sizinlə ünsiyyət qurmaq istəməsinə səbəb olacaq. Yeni tanışlıqlar zamanı insanların geyimindən və ya vəzifəsindən çox, onların nə qədər fərqli və maraqlı olduğuna diqqət yetirəcəksiniz. Sizin üçün dostluq dünyanı daha yaxşı bir yerə çevirmək üçün qurulan bir ittifaqdır. İş və karyera sahəsində dolçalar üçün 1 yanvar rəqəmsal yeniliklərin və startup ideyalarının günüdür. Bayram olmasına baxmayaraq, beyninizdə süni intellekt, blockchain və ya yaşıl enerji kimi sahələrdə necə bir inqilab edə biləcəyinizi düşünürsünüz. Sizin üçün iş sadəcə gəlir mənbəyi deyil, dünyaya təsir etmək vasitəsidir. Bugün vizyoner düşüncəniz sayəsində ənənəvi metodların harada axsadığını və onları necə modernləşdirmək lazım olduğunu aydın görəcəksiniz. Əgər mühəndislik, aviasiya və ya astrologiya kimi sahələrdə çalışırsınızsa, ulduzlar sizi böyük kəşflər vəd edir. Karyeranızda müstəqil olmaq və uzaqdan işləmək modellərinə keçid üçün planlar qura bilərsiniz. İş mühitində iyerarxiya deyil, şəbəkələşmə yaratmaq istəyiniz məhsuldarlığınızı artıracaq. Uğur sizin üçün fərqli olanı etməkdir. Yeni ilin ilk günündə peşəkar hədəflərinizi müəyyənləşdirərkən köhnə vərdişləri tamamilə rədd edib, gələcəyin standartlarını tətbiq etməyə hazır olacaqsınız. Maliyyə sahəsində dolçalar bugün olduqca innovativ və risklərə açıq bir mövqe sərgiləyəcəklər. 1 yanvar günü sizin üçün kriptovalyutalar, texnoloji səhmlər və ya startup yatırımları barədə araşdırma aparmaq üçün əlverişlidir. Maddi resurslarınızı gələcəyin dünyasını inşa edəcək sahələrə yönəltmək istəyirsiniz. Pulu sadəcə yığmaq üçün deyil, ideyalarınızı həyata keçirmək üçün bir yanacaq kimi görürsünüz. Ola bilsin ki, gözlənilməz bir onlayn qazanc və ya ortaq bir layihədən gələn təklif sizi sevindirsin. Maddi azadlığa gedən yolun qəliblərdən kənar düşünmək və texnologiyanı düzgün istifadə etməkdən keçdiyini dərk edirsiniz. Sizin üçün maliyyə portfeli dinamik olmalıdır. 2026 il üçün maliyyə strategiyanız diversifikasiya, müxtəlifləşdirmə və rəqəmsal aktivlər üzərində qurulacaq. Maddi məsələlərdə intuisiyanız sizi heç vaxt aldatmayan bir bələdçidir. Sağlamlıq baxımından qan dövranı və baldır nahiyəniz bugün xüsusi diqqət tələb edir. Çox oturmaqdan qaçmalı və aktiv hərəkət etməlisiniz. Psixoloji olaraq özünüzü çox enerjili, lakin bir o qədər də zehni gərginlikdə hiss edə bilərsiniz. Məlumat yüklənməsindən qorunmağa çalışın. Daxili hüzurunuzu qorumaq üçün rəqəmsal detoks, telefondan uzaq qalmaq, elektron musiqi dinləmək və ya dostlarla intellektual oyunlar oynamaq sizə terapiya kimi təsir edəcək. Emosional tarazlığınızı bərpa etmək üçün hadisələrə daha dərindən baxmağa və hisslərinizi məntiqlə analiz etməməyə çalışın. Fiziki olaraq aerobika və ya velosiped sürmək bədəninizi tonusda saxlayacaq. Ruhunuzu dincəltmək üçün ulduzlu göy üzünü seyr edin və kainatın sonsuzluğunu düşünün. Psixoloji gərginliyi azaltmaq üçün özünüzü hər şeyi düzəltməliyəm məsuliyyətindən azad edin. Sizin ən böyük şəfanız azadlıq hissinizdir. Günün məsləhəti, fərqli olmaqdan qorxma, çünki dünyanı yalnız sürüdən ayrılanlar dəyişə bilir. Bugün özünə bir söz ver, heç bir qəlibə sığmayacaqsan. Həqiqət sənin daxili azadlığında gizlənib. Gələcək sənin ideyalarınla inşa olunacaq. Motivasiya, sən dolçasan, zodiacın dahi ruhu və gələcəyin carçısısan.
Sənin vizyonun başqalarının hələ xəyal belə edə bilmədiyi üfüqləri görür. 2026-cı il sənin fərqliliyinin qəbul olunacağı və yaradıcı zəkanın zirvəyə çatacağı il olacaq. Özünə və qeyri-adi düşüncələrinə inamını heç vaxt itirmə, çünki sən bəşəriyyəti irəliyə aparan o parlaq qığılcımsan. Bugün yeni bir eraya addım atırsan işıqlı olacaq. Dünya sənin gətirdiyin yeniliyə və azadlığa ehtiyac duyur. Öz dəyərini bil və hər addımını özünə məxsus şəkildə at. Uğur səninlədir, çünki sən artıq gələcəkdə yaşayırsan. Balıqlar. 2026-cı ilin ilk günündə balıqlar özlərini sanki iki dünya arasında, reallıqla xəyalın kəsişməsində hiss edəcəklər. Su elementinin sonsuz həssaslığı sizə kainatın gizli vibrasiyalarını duymaq qabiliyyəti bəxş edir. Bugün enerjiniz olduqca axıcı, şəffaf və şəfqət doludur. Göy üzündəki planetar düzülüş sizin yaradıcı təxəyyülünüzü pik həddə çatdırır, sanki daxilinizdəki sənətkar oyanaraq həyatın rənglərini yenidən çəkməyə başlayır. Sizin üçün bugün ruhsal yenilənmə günüdür. Səssizliyin səsini dinləmək və intuisiyanızın pıçıltılarına qulaq asmaq üçün unikal bir zamandır. Kosmik enerji sizi empatiyaya və fədakarlığa səsləyir, lakin bu sizi zəiflətmir, əksinə mənəvi olaraq daha da ucaldır. Siz bugün kainatın enerjisini özünüzdə cəmləşdirən bir mediator, bir dua kimisiniz. Başqalarının görə bilmədiyi möcüzələri görmək və hiss etmək sizin bugünkü ən böyük gücünüzdür. Subay balıqlar, 1 yanvar sizin üçün ruh əksi ilə qarşılaşma ehtimalının ən yüksək olduğu günlərdən biridir. Sizin üçün sevgi sadəcə bir münasibət deyil, iki ruhun bir-birində əriməsidir. Ola bilsin ki, tamamilə təsadüfi bir məkanda, bəlkə də bir xeyriyyə tədbirində və ya dəniz kənarında baxışlarınızın toqquşduğu biri sizə tanış gəlsin. Siz bugün sevginin ən saf və platonik formasını belə yaşamağa hazırsınız. Evli və ya münasibəti olanlar, münasibətlərdə tam bir fədakarlıq və emosional dərinlik hökm sürəcək. Partnyorunuzla aranızdakı bağın sözsüz anlaşıldığı, sadəcə bir baxışla hər şeyin ifadə edildiyi bir gündür. Birlikdə romantik xəyallar qurmaq, keçmişin gözəl anlarını yad etmək və bir-birinizə olan sadiqliyinizi mənəvi bir andla təsdiqləmək bağlarınızı sarsılmaz edəcək. Sizin üçün münasibət sığınacaqdır, bugün həmin sığınacağı şəfqət və hüzurla dolduracaqsınız. Diqqətli olun ki, qarşı tərəfin problemlərini özünüzünkü kimi yaşayıb özünüzü yükləməyəsiniz. Emosional dəstəyiniz tərəf müqabiliniz üçün ən böyük hədiyyə olacaq. Münasibətinizdəki ilahi harmoniya 2026-cı il boyu sizi qoruyan bir qalxan rolunu oynayacaq. Sosial münasibətlərdə balıqlar bugün bir şəfaverici və sirdaş rolunu oynayacaqlar. Siz səs-küylü kütlələrdə belə tənha insanların kədərini hiss edə bilən nadir şəxsiyyətlərdənsiniz. 1 yanvar günü dostlarınızın sizin çiyninizdə ağlamasına və ya ən gizli sirlərini sizə açmasına hazır olun. Sosial çevrənizdə mərhəmətiniz və təmənnasız yardımınızla hər zamanki kimi sevgi qazanacaqsınız. Ola bilsin ki, çoxdan küsdüyünüz bir dostunuzu bağışlamaq üçün daxili bir güc tapacaqsınız. Ünsiyyətdə dürüst və səmimi olmanız insanların ruhuna toxunacaq. Yeni tanışlıqlar zamanı insanların xarici uğurlarından çox, onların daxili dünyasındakı boşluqları və ya gözəllikləri görəcəksiniz. Sizin üçün dostluq bir mənəvi qardaşlıqdır və bugün həmin qardaşlığın ən ali nümunələrini nümayiş etdirəcəksiniz. Axşam saatlarında təkliyə çəkilib daxili səssizliyinizlə həmsöhbət olmaq sizə çox xoş gələcək. İş və karyera sahəsində balıqlar üçün 1 yanvar yaradıcı ilhamın və intuitiv qərarların günüdür. Bayram olmasına baxmayaraq, beyninizdə yeni bir sənət əsəri, bir yazı və ya insanlara yardım edəcək bir sosial layihənin ideyası formalaşır. Sizin üçün iş sadəcə rəqəmlər deyil, dünyaya gözəllik və şəfa gətirmək vasitəsidir. Bugün məntiqi deyil, intuitiv düşüncəniz sayəsində ən mürəkkəb problemlərin belə emosional həll yollarını tapacaqsınız. Əgər psixologiya, incəsənət, dənizçilik və ya xeyriyyəçilik sahəsində çalışırsınızsa, ulduzlar sizi böyük bir uğur və tanınma vəd edir. Karyeranızda yüksəlmək üçün quru rəqabətdən deyil, yaradıcı orijinallığınızdan istifadə edəcəksiniz. İş mühitində rəqabət deyil, dəstək mühiti yaratmaq istəyiniz hər kəs tərəfindən yüksək qiymətləndiriləcək. Uğur sizin üçün ruhunuzun rahatlığıdır. Yeni ilin ilk günündə peşəkar hədəflərinizi müəyyənləşdirərkən ürəyinizin səsinə qulaq asmaq sizi ən doğru zirvəyə aparacaq. Maliyyə sahəsində balıqlar bugün olduqca xəyalpərəst, lakin eyni zamanda şanslı bir mövqe sərgiləyəcəklər. 1 yanvar günü sizin üçün pulun maddi dəyərindən çox, onun hansı xeyirxah işlərə vəsilə olacağı barədə düşünmək üçün əlverişlidir. Maddi resurslarınızı sənətə, mənəvi inkişafa və ya ehtiyacı olanlara yardım etməyə xərcləmək istəyiniz güclü olacaq.
Pulu sadəcə bir axın kimi görürsünüz, nə qədər çox versəniz, o qədər çox geri dönəcəyinə inanırsınız. Ola bilsin ki, gözlənilməz bir miras, hədiyyə və ya köhnə bir xeyirxahlığınızın maddi qarşılığı sizi sevindirsin. Maddi azadlığa gedən yolun təmənnasız paylaşmaqdan keçdiyini dərk edirsiniz. Sizin üçün maliyyə vəziyyəti karmik bir tarazlıqdır. 2026-cı il üçün maliyyə strategiyanız axınla hərəkət etmək və daxili inamınıza güvənmək üzərində qurulacaq. Maddi məsələlərdə aldanmamaq üçün bəzən realistlərin də fikrini soruşmağınız faydalı olar. Sağlamlıq baxımından ayaq pəncəsi və limfa sistemi bu qəd tələb edir. Rahat ayaqqabı geyinmək və bədəndən artıq mayeni qovacaq bitki çayları içmək vacibdir. Psixoloji olaraq özünüzü çox həssas, hər bir təsirə açıq və emosional hiss edə bilərsiniz. Enerji vampirlərindən qorunmağa çalışın. Daxili hüzurunuzu qorumaq üçün su ilə bağlı prosedurlar, vanna qəbulu, dəniz mənzərəsi və ya sadəcə axan suyun səsi sizə terapiya kimi təsir edəcək. Emosional tarazlığınızı bərpa etmək üçün mənfi xəbərlərdən və sərt insanlardan uzaq durmağa çalışın. Fiziki olaraq üzgüçülük və ya yüngül meditasiya bədəninizi tonusda saxlayacaq. Ruhunuzu dincəltmək üçün yaradıcı bir məşğuliyyət tapın, rəsm çəkin, musiqi dinləyin və ya şeir yazın. Psixoloji gərginliyi azaltmaq üçün özünüzü dünyanın bütün yükünü daşımaq məsuliyyətindən azad edin. Sizin ən böyük şəfanız inamınız və təsəvvürünüzdür. Günün məsləhəti, dünya bəzən çox sərt görünə bilər, lakin sən öz daxili cənnətini yaratmaq qüdrətinə maliksən. Bugün özünə bir söz ver, heç bir çirkinliyin sənin qəlbindəki saflığı ləkələməsinə icazə verməyəcəksən. Möcüzələrə inan, çünki onlar inanlar üçün baş verir. Motivasiya, sən balıqlar bürcüsən, zodyacın ən ali ruhu və kainatın sevgi elçisisən. Sənin daxili aləmin kəşf olunmamış bir okean qədər zəngindir. 2026-cı il sənin xəyallarının gerçəyə çevriləcəyi və mənəvi gücünün hər kəsi heyrətləndirəcəyi il olacaq. Özünə və intuisiyana inamını heç vaxt itirmə, çünki sən görünməyəni görən, duyulmayanı duyan o müqəddəs işıqsan. Bugün yeni bir həyata, yeni bir xəyala start verirsən və həmin yol parlaq ulduzlarla işıqlanacaq. Dünya sənin gətirdiyin o mərhəmətə və sənətə ehtiyac duyur. Öz dəyərini bil və hər addımını sevgi ilə at. Uğur səninlədir, çünki sən kainatla birsən.